Bu gün baxırıq insan həyatında avtomatlar və avtomatik qurğuların növləri və elementləri. Müəllimlər, bu mövzudan sual düşə bilər. Həmişə olduğu kimi bütün dərslərə necə həvəslə baxırıqsa, bu mövzunu da elə öyrənməliyik. Mövzumuzun demək olar ki, əksər hissəsi həyatla bağlıdır, çox asandır. Hətta bu yuxarı hissələr, nəzəri hissədir, yadda qalandır. Məsələn, burada qısa belə bir izah verək ki, sanki avtomatik qurğular haqqında danışanda bizə belə bir başlıq verir ki, əvvəllər bu qurğular yox idi, bizim yaşayışımız çətin idi, təhlükəli idi. Amma indi artıq həyatımız nə qədər görün asanlaşıb. Hətta deyirik ki, o vaxtı belə çətin işlər görürdük, o vaxtı sağlam idik. Amma indi deyirik, məsələn, artıq o qədər də çətin işlər görmürük. Oturaq həyat yaşayırıq. Yəni bir tərəfdən mənfi, bir tərəfdən də müsbət cəhətləri var. İndi bizim kitabımızda başlıq olaraq qeyd edib ki, məsələn, əvvəllər təhlükə var idi də. Məsələn, ovu məsələn, əlləri ilə ovlayırdı insanlar, avtomatik qurğular yox idi, tələlər yox idi. Onlar müxtəlif alətlərlə ov ovlamaq məcburiyyətində idilər. Bu da onlar üçün təbii ki, təhlükədir. Məsələn, filmlərdə görürük ki, ayını ovlayan zaman ayı insanı məsələn parçalayır və s. Yəni artıq avtomatika inkişaf edib, yəni artıq bunlara ehtiyac yoxdur. Müəyyən tələlərlə heyvanları ovlamaq və s. Yəni bunu o misal olaraq bizə deyir. Çox asandır dərsimizin bu hissəsi. Dərsimizin bu yuxarı hissəsindən bizə o düşür ki, cələ qara hərflə yazılıb. Cələ nədir? Cələ təbii ki, tələ növüdür. Həm sözünə görə oxşardır. Məsələn, cələ, tələ. Məsələn, təsəvvür edin ki, tələ növüdür özü, tələ deyil də, yəni tələ növüdür. Necə ki, siçanı tutmaq üçün, şiri tutmaq üçün tələlər hazırlayırlar. Məsələn, cələ də tələ növüdür, asandır, yəni yadda qalar. Cələ diqqət yetirməliyik, bizə düşə bilər bu mövzudan. Cələ qurub, özü atan qanadlı ox, yay hazırlayırmışlar, bəli. Sonra deyək ki, müasir dövrə qədər gəlib çıxır, bəli, artıq daha da təkmilləşdirilib. Bəs burada bizə nə deyəcək? Qədim Yunanlılar onlara hansı adı qoyub? Deməli, avtomatas, yəni öz-özünə işləyən adı qoyulub. Bax, buradan bizə sual ola bilər ki, məsələn, avtomas adını kimlər qoyub? Hansı, məsələn, ölkəmi deyək, kimlər qoyub? Yunanlılar. Yunan yerinə Misirlilər yazar, Romalar yazar. Diqqət yetirin. Nədənsə yadda qalandır. Məsələn, Yunan, avtomas sözündən Yunan sözü hardasa, məsələn, U hərfi var, A hərfi var, əlaqəlidir. Həm də Yunanlılar özümüz də bilirik də, belə nəsə hazırlamağa yaxşıdırlar. İcad etməyə, hazırlamağa. Yaponlardır, Yunanlardır. Yunan əslində, Yaponla mən Yunanı qarışdırdım, müəllimlər, yox. Yəni, Yunan yaddadır, məsələn, texnologiya Yunan sözüdür. Bu da bir texnologiyanın növüdür. Məsələn, texnologiya əgər Yunan sözüsə, bu da bir texnoloji bir prosesdir, texnoloji bir yaradıcı bir icaddır. Müəllim, kəhraba bəs? Kəhraba da Yunan sözü deyil. Bəli, kəhraba da Yunan sözü. Yəni, Yunanlılar daha da bu sayədə daha çox inkişaf etmişlər, bəli. Deməli, Yunanlılar deyirik burada. Nədir bəs? Atomazda. Atomaz özü nə deməkdir? Öz-özünə işləyən deməkdir. Bilirik, yəni avtomatik də yəni öz-özünə işləyir. Bu asandır, bizim yadımızda qalan hissədir. Gəldik, avtomatik qurğu nədir bəs? Avtomatik cihaz nədir bəs? Avtomat, yəni elə avtomat da yaza bilər, avtomatik qurğu da yaza bilər. Deyir, insan müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğudur. Texniki qurğu təməl mexaniki yazar, mexaniki deyil. Çünki bu kompüter kimi düşündə sanki beyni kompüterdir. Yəni, bu nətər mexaniki iş görmür ki, bunun üçün texniki imkanları olmalıdır. Texniki qurğudur. Həm elə yadda saxlayın, həm də ki, avtomat sözündə T hərfindən bitir. Texniki T hərfindən başlayır, elə də yadda saxlaya bilərsiniz. Məsələn, avtomat qurğunun tərifini bizdən istəyər, yazar ki, elə testimizdə də olacaq. Deyəcək ki, avtomat cihaz insanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən mexaniki qurğudur. Fiziki qurğudur. Bizi çaşdırar. Texnikini götürürük. Həm texniki imkanlara malikdir deyirik. Həm də ki, açar sözümüzdə avtomat T hərfi, texniki T hərfini götürürük. Təbii ki, gündəlik həyatımızda istifadə edirik, biz bunları bilirik, bunlar nəzəri hissələrdir. Məsələn, mən bu dərsi şagirdlərə keçəndə deyirdim ki, işıqfor var. Məsələn, əvvəllər polislər yolda, asfaltda durardılar. Məsələn, kinolarda görmüşük də biz də. Əllərində bir, necə deyim, rəngli bir
Plastik bir çubuq tutardılar və maşınlara boyunlarında da fit olardı, düzdür müəllimlər? Maşınlara yol göstərdilər, keç əmrini verərdilər, saxla işarəsini piyadalara yol göstərmək üçün. O da bir yükdür də, yəni ağır bir vaxt itkisidir, yorucu bir işdir. Onun yerinə işıqfor var, məsələn deyirik. İşıqforda məsələn yaşıl işıq yananda keçirik, qırmızı işıq yananda gözləyirik. Yəni artıq sanki həmin o yolda duran polisin əvəzinə nə var? Avtomatik cihaz olan işıqfor quraşdırılıb. Görün nə qədər işimiz asanlaşıb, nə qədər müasir, nə qədər texnologiya inkişaf edib. Sonra müəllimələr. Hətta məsələn biz polis məsələn cərimə edə bilmirdisə, maşın məsələn polisi baxmayıb gedirdisə, artıq indi o olmur. Avtomatik olaraq maşınlar nə olur? Cərimə olur, məsələn radara düşürlər. Bunlar hamısı avtomatik qurğulardır da, hamısı kompüterdə qeyd olunur. Deməli, məsələn deyir ki, metroda nəzarətçi avtomatlaşdırılmış nəzarətçi turniket bizi qarşılayır. Məsələn, deyir ki, liftdə liftçi deyə bir anlayış yoxdur. Təbii ki, bunlar avtomatikanın inkişafına gəlib, yəni çıxır. Əslində maraqlı dərsdir, gözəl dərsdir. Buradan biz nə qədər oxuduqca yadımızda qalır ki, çünki texnologiyanın inkişafı ilə bağlıdır deyə, sırf həyatımızla bağlı deyə bizim üçün həm maraqlı gəlir, həm də yadda qalandır. Düzdür, dərsimizin çaşdırıcı, çətin hissələri də var, onları da birlikdə baxacağıq. Biraz da bəzi hissələr var ki, onları məcburuq biz əzbərləyək. Dəfələrlə testdə səhv edə bilərik, ruhdan düşməyə, səhv edərək öyrənəcək. Məsələn, mən bilirəm ki, burada test işləyəndə, burada avtomatik qurğuların növləri, məsələn, avtomatik özü ilə qarışdırmışam. Məsələn, növlər deyəndə avtomatik nəzarəti götürmüşəm, avtomat nəzarət. Səhv etdikcə, yəni səhvimiz yadımızda qalır da, test qarşımıza çıxanda deyirik ki, artıq bu səhvi bir dəfə etmişdim, burada bunu götürmüşdüm, sən demə cavab bu imiş, kitaba baxdım, kitabda bu imiş. Dəmin hissələr gələndə o hissələr haqqında danışacaq. Deməli, deyir ki, ə, məişətdə getdikcə daha çox məişət varsa təbii ki, belə cihazlara ehtiyac var. Məişət varsa asandır. Məsələn, paltar yuyandı, qab yuyandı. Avtomatik qurğular da, yəni özü heç bir insanın müdaxiləsi olmadan özü nə olur? Məsələn, qabları yuyur, paltarları yuyur. Bunlar asandır. Sonra deyir ki, istehsalatda avtomatlaşdırma insana ağır əmək tələb edən, sağlamlığa zərər vura biləcək işlərin yerinə yetirməsindən azad edir. Bəli, elə ən gözəli budur da, yəni həm sağlamlığımıza zərər vurmaqdan bizi azad edir, həm yorulmuruq, ağır əmək tələb edən işləri biz görmürük, avtomatik cihazlar yerinə yetirir. Bunlar asan hissələrdir, bildiklərimizdir. Gəldik bura üçün, sizin üçün bir dənə açarsız tərtib etmişəm. Əslində özüm bunu bilirəm, mən üçün çox rahatdır. Avtomatlaşdırma nəyin ayrılmaz hissəsidir? Avtomobildir, tekstildir, qida sənayesinin ayrılmaz hissəsidir. Məsələn, avtomatlaşdırma avtomobildə bəli, ayrılmaz hissədir. Yəni hər cür bunu yadda saxlaya bilərsiniz ki, avtomobildə avtomatlaşdırma, yəni əlaqələndirə bilərsiniz cürbəcür üsullarla. Məsələ biri bu işıqforla, biri radar sistemindən, biri məsələn Allah uzaq etsin, qəza edən zaman orada maşınlarda rolda şar olur da, yəni bizi qorumaq üçün. Yəni avtomatik yer olur da, yəni bizim insan müdaxiləsi olmadan hansı bir təhlükə baş verən kimi avtomatik olaraq maşında məsələn bizi qoruyan hava şarı məsələn olur, hava yastığı olur da, orada bizi qorumaq üçün yəni bu avtomatik yer olur da baş verir. Məsələn, avtomobil sözün bu formada cürbəcür üsulla yadda saxlaya bilərsiniz. Sonra avtomatik məsələn nə olur? Benzin az olan zaman avtomatik qırmızı işıq yanır. Necə deyim sizə? Avtomatik olur da bəzi avtomobillə avtomatikanı biz əlaqələndirə bilərik. Tekstil haqqında kim nə demək istəyir? Tekstil deyəndə mən ağlıma parça, yəni tikiş gəlir. Bir fikriniz varsa buyurun müəllimlər. Araşdırmadım əslində tekstil nədir. Tekstil də deyir ayrılmaz hissədir. Deməli, Müəllimə, mən buranı akta kimi yadda saxlayıram. Akta. açar söz deyəcəm. Müəllimələr, burada açar söz də qeyd edəcəm. Ayşə müəllimə də qeyd edib açar sözünü deyər. Mən də açar söz tapmışam, yəni onu da deyəcəm sizə. Məsələn, biz bilirik də avtomobili bildik, tekstildə, yəni parça və parça məmulatları dedi. Məsələn, tekstildə avtomatikə bizə lazımdır. Niyə? Çünki daha dəqiq kəsimlər edə bilər, daha səliqəli, daha sürətlə tikişlər yerinə yetirə bilər.
Ya, tabii ki burada həm də yorucu işdir, axı vaxt aparan işdir, diqqət tələb edən işdir deyə. Məsələn, avtomatlaşdırmaya təbii ki, orada ehtiyac var. Qida sənayesində avtomatlaşdırma çox yadda qalandır, çox asandır. Sizə məsələn nəyi deyim burada? Tam ki, zeytun yağlarının hazırlanmasını deyim, dondurmaların zavodlarda hazırlanmasını deyim, sonra şokoladların hazırlanmasını deyim. E, necə deyim sizin üçün? Məsələn, süd məhsullarının qablaşdırılmasını deyim. E, yəni təbii ki, qida sənayesində ayrılmaz bir hissədə həm səliqəli standart eyni qaydada, yəni avtomatlaşdırma sayəsində biz bunu yerinə yetiririk. Sonra burada bizim açar sözümüz də var. İşte ola bilər ki, bəlkə daha uyğun, yaxın çaşdırıcı bir variantlarda söz qeyd edərlər. Özünüzü çaşdırmayın, yormayın. Açar sözümüz qatdı, qat, qidanın qısı, avtomobilin A'sı, tekstilin T'sı. Amma yenə də deyirəm, çox asandır, yadda qalandır. Bir dənə qeyd edin. İstəsəniz açar söz özünüz üçün qeyd edin. Qat. Qat açar sözündən də yadda saxlaya bilərsiniz. Qidanın Q'sı, avtomobilin A'sı, tekstilin T'sı. Yenə də yadda qalar. Ayşə müəllimə, buyurun, nə idi açar sözünüz? Aktadır müəllimə. Avtomatlaşdırılmanın A'sı, qida sənayesinin Q'sı, tekstilin T'sı, avtomobilin də A'sı. Yəni avtomatlaşdırmada bunlardan istifadə olunur. Bəli, bəli. Aktar, aktam. Bəli. Onu da müəllimə qida təhlükəsizliyi ilə elə onun adı ilə uyğunlaşdırıb yadda saxlamışam. Bəli, lap yaxşı müəllim. Turniket nədir? Mütləq onun tərifini öyrənək. Çünki qara hərflər hər zaman düşür. Jeton və kartla işləyən, fırlanan xaçvarı qurulusu olan nəzarət cihazıdır. Asadır. Yəni metroda təbii ki, bizə kartla işləyən nəzarət cihazı lazımdır. Bunu bilirik, tanışıqda, yadda da qalandır. Gəldik dərsimizin yenə də asan bir hissəsidir. Deyək ki, kənd təsərrüfatında da avtomatlaşdırılmış qurğular olmadan, yəni təsəvvür edə bilmərik kənd təsərrüfatını. Necə ki, elektriksiz təsəvvür edə bilmirdiksə, indi avtomatlaşdırılmış qurğular olmadan da təsəvvür edə bilmərik. Məsələn, deyək ki, örtülü işlərdə, inkubatorlarda, yumurtaların seçilməsində, yerləşdirilməsində, qablaşdırılmasında çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir. Bu asandır. Məsələn, deyək ki, işdirilişdə, inkubatorlarda, yumurtaların seçilməsində hansı avtomatlaşdırmadan istifadə olunur? Variantda yazar tekstil sənayesi, qidadır, nə bilim, başqa istehsalatı, bizi çaşdırmaq üçün yaxın variantlar yazarlar. Kənd təsərrüfatı sahəsində. Necə yadda saxlayın? Məsələn, örtülü işlərdə ola bilər də, yəni avtomatik cihazlarla qızdırıcı istifadə edə bilərik. Sonra indi temperaturu qoruyub saxlaya bilərik. Məsələn, də indi mən deyim də sizə, tutam ki, temperatur aşağıdırsa, avtomatik olaraq onu bilər, temperaturu tənzimləyər. Sonra inkubatorlarda belə, bu da avtomatik cüaçı yadda saxlayın ki, yumurtaları çevirə bilər. Yəni, avtomatik yerinə yetirə bilər. Yumurtaların seçilməsi çox asandır. Məsələn, elə bir avadanlıq var ki, orada eyni ölçülü. Məsələn, belə tor bir avadanlıq var müəllimələr. Tutam ki, ən çox kartoflar üçündür. Yəni də standart etmək, məsələn, almalar üçün olsun, yəni də nə üçün olursa olsun. Məsələn, o deşikdən ancaq xırda, məsələn, xırda meyvələr düşür, böyüklər qalır. Elə bir xırdaları bir ayırır, böyükləri bir ayırır. O da avtomatik qurğudur müəllimə. Məsələn, insan onu ayırsa, vaxtı gedər, yorucu olar. Amma məsələn, tor formasında olan bir göz olan bir metal fikirləşin, təsəvvür edin. Məsələn, bütün indi kartof deyə də kartof balaca böyük olur. Biz onu ayırmaq istəyirik. Bütün kartofları oraya boşaldırıq. O biraz hərəkət etdikcə, məsələn, onun xırda gözü var da, xırda kartoflar ayırmaq istəyirik, böyük qalsın istəyirik. Onun xırda gözündən xırda kartoflar keçir, böyük kartoflar keçə bilmir. Ayırırıq da biz, məsələn, böyükləri bir ayırdım, kiçikləri bir ayırdım. Bir var onu özüm ayırım, vaxtım geçsin. 3 günə edim, məsələn, ya da bir günə edim. Amma avtomatik, məsələn, cihazla, avtomatik qurğu ilə mən onu, məsələn, bir saata ayıra bilərəm. Sonra, Məsələn, müəllimə, bu bəli, otları zadı belə bağlayırlar ya, paçka-paçka. bəli, bəli. Təsərrüfatında. Məsələn, onu da eləmək olar da, yəqin ki. Olar, Yəni, olmaz, yəni avtomatik edici özədir. avtomatikaya yəni Görürsünüz necə eyni uyğunlaşdırmaq. boyda, eyni ölçüdə.
Hə. Tez-tez, yorucu. Biz insan əməyi olmur. İnsan əli belə olmur. Belə deyək də Hətta preslənməz. sapını belə qatmasını belə özü bağlayır. Ay sağ ol. Hə, bax onu deyirdim mən. Ay, bəli, mən doğrudur. Yəni, hərimiz görmüşük də, yəni məlumatımız var. Bu da bizim üçün müsbət cəhətdir ki, dərsdə çətinlik çəkməli. Avtomatika sözü mənə informatika sözünü xatırladır. Yəni avtomatik qurğu başqadır, avtomatika başqadır, düzdür? Tika sözü varsa bu elmdir yəqin ki. Deməli, elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu, işləmə nəzəriyyəsini öyrənən sahədir. Yəni bu öyrəndiklərimiz avtomatikadır, avtomatlaşdırılmış qurğulardır. Onların haqqında bir elmdir. Onların nəzəriyyəsini, nəzəriyyəsini öyrənən bir sahəmiz nədir? Avtomatika. Diqqət yetirək düşə bilər. Yəni bu mövzu biraz əzbərçilik tələb edir. Amma vallahi əzbərləmək də lazımdır, amma biraz başa düşmək də lazımdır, dərk etmək lazımdır ki, əzbərləsək, məsələn, biz bunu avtomatla, avtomatikanın tərifini bir-birinə qarışdırarıq. Məsələn, avtomatda nə idi? İnsan müdaxiləsi olmadan öz-özünü işləyirdi də. Baxaq avtomatda. Avtomat, cihaz, insanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğudur. Yəni bu qurğuda avtomatdır, avtomatik qurğudur. Amma avtomatikaya mən necə qurğu deyə bilərəm? O bir elmdir, elm sahəsidir. Avtomatikanı öyrənən, avtomatik qurğular haqqında, onların quruluşu, onların iş prinsipini öyrənən sahədir, elmdir yəni avtomatika. Ən çox da tika sözündən yadda saxlayın ki, məsələn, informatika sözündə sonu tika sözü ilə bitir. Çox asandır mənim elə yəni yadda qalandır. Sonra deyir ki, bu cümlə mənə çox maraqlı gəldi. Burada mıydı? Deyir, ehtiyac var. Maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər və qüsurlarla nəticələnən böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması deyir zəruridir. Yəni ehtiyac var deyir ki, onlar da avtomatlaşdırılsa yaxşı olar. Bəli, məsələn, tutalım da indi nə qədər olur dəm qazından boğulmalar, düzdür? Məsələn, deyir bunlar təhlükədir də, yəni bunların da avtomatlaşdırılması olsaydı, zərurət yaranırdı, onlara da yaxşı olardı deyir. Məsələn, deyir ki, itkilər, qəzalar, istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar. Bunu belə yadda saxlayın ki, tutam ki, maşının mühərriki qızır, istilik deyək də, o maşın birdən alışır, Allah uzaq etsin. Sanki biraz yadda saxlayıq da hardasa, biraz bu cümlə tam düzgün, tam yazılmayıb deyə bizə çətin gəlir. Deyir, itkilər, qüsurlarla nəticələnən böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması zərurətdir. Bu cümlədə biraz diqqət yetirək. Sonra gəldik dərsimizin özəyinə, əsas hissələrinə. Avtomatlaşdırılmış qurğuların növləri. Əvvəlcə biz bilməliyik ki, növlər hansılardır, qruplar hansılardır. Deməli, avtomatik qurğuların hansı qrupları var deyək, avtomatlaşdırılmış qurğuların növləri hansılardır deyək. Əslində asandır. Biz növ və qrup olaraq ayırırıq. Yenə də testdə bəzən avtomatik qurğu yazır müəllimlər. Baxın, avtomatik qurğu yazır. Deyir ki, biri avtomatik qurğulara aid deyil. Bizə demir ki, məsələn, qrupuna aid deyil. Sadəcə avtomatik qurğu yazır. Yəni, ümumi soruşur da, növünü istəmir. Qrup şəkildə, ümumi şəkildə istəyir. Orada biz avtomatik qurğu desə, avtomat sözünə görə, avtomat sözlərini də götürəcək. Avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə, avtomat idarə etmə. Avtomat sözlərini götürəcək. Avtomat sözləri olmaya da bilər. Nəzarət, mühafizə, tənzimləmə, idarə etmə də ola bilər. Bəs növləri hansılardır? Mexaniki, elektromexaniki, elektron və termoelektrik. Təbii ki, bu növdür də. Məsələn, bir var mexaniki olsun. Növü də cürbəcür növlərə ayırmışıq. Məsələn, mexaniki ola bilər, ikisi birlikdə ola bilər, elektromexaniki ola bilər, elektron ola bilər. Məsələn, elektron kompüterlər ən çox nəzərdə tutulur. Termoelektrik ola bilər. Deməli, bunları da biraz yadda saxlayaq. Bax, görürsünüz müəllimlər, 4-ünü əgər əzbər öyrənsəniz, asandır, ən çox yayılan desə, ortada olan ikisini götürəcəksiniz. Baxın, əgər 4-ünü əzbər öyrənə bilirsinizsə, mexaniki, elektromexaniki, asandır. Məsələn, birinci mexaniki desə, ikinci elektromexaniki olar. Məsələn, gizli, yarım gizli şuruplarda öyrənmişdik, sanki onun kimidir. Mexaniki, elektromexaniki. Elektron, termoelektrik, axırda termoelektrikdir. Onu öyrəndən sonra bilirik ki, ortada olanlar 4 dənədir. Ortada olan ikisi ən geniş yayılmışdır. Deməli, elektromexaniki və elektron cihazlar ən geniş yayılanı da onlar da deyək kompüterlərdir.
Həm də biz bilirik, demişdim ki, elektrik sözləri olanları götürürük. Elektromexaniki, bir də elektron. Yəni mexaniki geniş yayılmaz axı müəllimələr, düzdür? Avtomatik olması üçün elektrik də orada, elektron da orada rol oynayır. Deməli, e, elektromexaniki və elektron bunları götürəcək müəllimələr. Məsələn, bu termoelektriklə mexanikinin sanki az avtomatlaşdırma ilə az əlaqəsi var. Az kömək edər. Məsələn, sadəcə mexaniki işləri görər. Amma bir də var ki, elektromexaniki ikisi birlikdə. Məsələn, elektron ən çox yayılanı bunlardır. Sonra müəllimələr, burada biraz nədir bizi çaşdıracaq? Testdə də düşəcək. Deməli, termoelektrik sözünün yerinə termoelektron yaza bilər. Elektron sözünün yerinə elektrik də yaza bilər. Elektromexaniki sözün, məsələn, sözləri biraz dəyişə bilər. Bu sözlərə də diqqət yetirməliyik. Deməli, belə deyim də, burada bir dənə elektrondur. Məsələn, bir də termoelektrik sözünü çox dəyişər. Ona diqqət yetirin. Testdə birazdan görəcəyik. İndi testin üzərində yenidən müzakirə edəcəyik. Termoelektrik. Amma orada termoelektron da yaza bilər. Yəni elektrik deyəcək də mən var. Ya da ki, sözləri qısa yadda saxlayın. Bax, mexaniki, elektromexaniki, elektron, elektrik. Termo sözün ayrı öyrənin. Məsələn, elektrik kimi yadda saxlayın. Müəllim, termo istilik kimi qəbul olunmur. Termo Bəli, istilik bəli. demək bizə. Hə. Hə, düzdür. Yəni, istilik də elektrikin sayəsində ola bilər də. Məsələn, tutam ki, biz işıqlarda məsələn istilik alırıq. Məsələn, indi parniklərdə istilik olsun istəyirik. Məsələn, elektrik sayəsində istilik olsun. Məsələn, kombilər deyək ki, indi işığı kombi çəkən deyilik. Yəni kombi elektrik işıqlar sönər kimi kombilər də işləmir də, düzdür? Yəni istiliklə elektrikini əlaqələndirək ki, termo istilik olması üçün bizə elektrik lazımdır deyə. Sonra müəllimlər ən geniş yayılan dedi, hansılardır və qrup desə hansılardır? Nəzarət, mühafizə, tənzimləmə, idarə etmə. Bunun da yerinə başqa sözləri yaza bilər, amma biz bilirik ki, bunu öyrənmişik testlərdə. İndi mən sizə köhnə kitabdan da bilirəm. İndi onu soruşmaq istəyirsiniz ki, müəllimə köhnə kitabdan nə idi? Köhnə kitabda olan materialı da biz testlərlə öyrənəcəyik, özdə açar sözlərlə öyrənəcəyik. Sadəcə testləri qeyd edib, indi ya özünüz üçün dəftər tutub orada qeydlər aparın. Yəni PDF-də olan testlərin cavablarını deyəcəm sizə, açar sözlər də deyəcəm. Ya elə qeydlər aparın, qeyd dəftəriniz varsa. Yoxdursa, yəni burada məsələn bir cümlədə kitabınızın üzərində yazara bilərsiniz. 1-2 cümlədir. Hər boşluğa birini məsələn yaza bilərsiniz. Ya indi burada balaca hər birini yaza bilərsiniz. Ya indi burada məsələn bu aşağıdan yaza bilərsiniz. Avtomat nəzarət, səliqəli yaza bilərsiniz müəllimlər hər birinin tərifini. Düşəcəkmi deyə düşünsək, məncə düşməyəcək, amma əgər ki PDF-də varsa, yəni testdə varsa, yəni niyə də düşməsin? Düşə də bilər də, yəni biz heç birimiz tam əmin deyilik ki, bu düşəcək, yoxsa düşməyəcək. Sadəcə kitabda olan bütün materialları, testlərdə olan bütün materiallara biz baxmalıyıq. Həm də bu bizim əlimizdə heç nə deyil. Mən üçün açar sözlər deyəcəm sizə. Məsələn, indi ora baxmadan özlüyümdə deyirəm ki, nəzarət varsa, ilk pillə varsa, nəzarətə götürəcək. Məsələn, ilk olaraq nəzarət edirik hər şeyə. Məsələn, biz imtahana gedəndə ilk olaraq bizə nəzarət edirlər, nəzarətçilər. İndi ya şagirdlər hansısa bir sınağa gedəndə nəzarət olunur da. İndi özümüz nəsə bir şey hazırlamaq istəyirik. Ya da indi ütütüləmək istəyirik, birinci nəzarət edirik onun temperaturuna. Nəzarət ilk pillədədir. Ya indi bura olsun. Məsələn, mən avtomatik bir qurğum var. O bilmədən necə avtomatik bir iş görə bilər? Məsələn, ütü həddən artıq çox qızıb. O onu nəzarət etməsə, bilməsə, necə onu avtomatik söndürəcək? Məsələn, elektrik çaydanı qaynayıb. O onu nəzarət etməsə, bilməsə ki, buxar məsələn qaynadı da, o necə avtomatik öz-özünü söndürə bilər? İndi bəlkə də bu dediklərimin bir elmi cəhətdən bir açıqlaması, bir izahı yoxdur, amma ən azından özümüz üçün deyək ki, mən gərək nəzarət edim ki, sonra adi telefonla uşaq oynayır, baxırıq görürük ki, telefon qızıb. Düzdür, müəllimlər. Nəzarət edirik, əlimizi vururuq, nəzarət edirik, bilirik. Ondan sonra telefonu söndürürük ki, yəni çox qızıbdır, yəni telefon soyusun, söndürürük. Yəni güya ki, ilk pillədən nəzarət sözünü başa düşmək üçün bunlardan deyirik ki, nəzarət niyə ilk pillədədir? Kitabda yazıb ilk pillədədir, amma biz onu əzbərləməli də deyilik axı. Bir-iki cümlə deməliyik ki, heç olmasa özümüzdən bir-iki fikir gətirməliyik ki, həyatda olanlardan. Biz onu mənimsəyək. Məsələn, öz fikirlərinizi də deyə bilərsiniz müəllimələr. Mən məsələn birinci buna nəzarət edirəm, sonra ona tez
bu işi yerinə yetirir. Məsələn, biz yemək bişirmişik, dadına baxırıq, görürük ki, duzsuzdur, avtomatik ona duz əlavə edirik. Nəsə bir şeylər deyə bilərsiniz də müəllimlər, nəzarət etsin ki, onu avtomatik bir iş icra etsin. İlk pillədə nəzarətdir. İlk sözünə görə nəzarətə götürülür. Məsələn, orada deyəsən mühafizə var, qorumaq məsələsi var. Orada avtomat, hə, mühafizədə, avtomat mühafizədə qorunma sözü olacaq, bizi qoruyacaq. Məsələn, idarə etmədə deyəsən azad etmək olacaq. İnsanları azad edir. Hə, idarə edir də o özü idarə edir. Mənə azad edir. Mən azadam artıq. O özü avtomatik işi idarə edir. Ya, bunlar açar sözdən testdə indi izah verəcəm hər birində. Qeydlərinizi götürərsiniz. Test üzəri biz e, qeydlərimizi də götürəcəyik, öz fikirlərimizi də deyəcəyik, sizin də fikirlərinizi alacağım. Özüm də sizlər üçün qeydlər deyəcəm. Hətta yadıma salın, etməsəm əgər yadıma salın. Ümumilikdə məsələn sual-cavab da edə bilərəm bir-iki müəllimi ki, müəlliməm, e, ilk pillə deyəndə nədir? Yekun sonda, yəni testimizin sonunda ümumi sual-cavab da edərəm ki, belə də yadınızda qalsın. İlk pillə hansı idi? Məsələn, müəlliməmiz deyər ki, nəzarət. Məsələn, müəllimə idarə etmədə hansı sözü götürdü? Açar sözümüz nə idi? Mühafizə nə olarsa mühafizəni götürərik. Bunları hamısını tənzimləmədən də deyəsən sual düşəcək. Bunları müzakirə edəcəyik bu günləri. Bu dərsi tam öyrənək. Hətta burada biraz ardıcıllıq da var. Bilirəm çətindir, amma ardıcılığı sevin. Çünki ardıcılığı öyrənməyə çalışanda biz bu dərsi öyrənmiş olacaq. Buyurun müəllimim. Müəllimə, biz axşamınız xeyir. Burada bir şey əlavə etmək istəyirdim. Bəli, buyurun. Bayaq dediniz, o soyutma ilə bağlı uşaqlarımız telefon oynayanda Bəli, bəli. hansısa indi elə bir cihaz çıxıb ki, yəni tək o Avtomatik sönür, bəli. telefona soyudur. Qızmış cihazı soyudur. Bəli, Müəllimə. telefonlarda bildiriş gəlir. Deyir, Bəli. cihazınız çox qızmışdır. Onu soyutmaq üçün bizdən icazə mi istəyir? Elə bildiriş gəlir. Yox, həm də cihaz var. Müəllimə, cihaz var. Uşaqlar onu qoşurlar telefona. Bəli, O bəli. telefonu soyudur. Yəni hal-hazırda mən onu görmüşəm. Yəni indi Ay, sən görün uşaqların nə qədər oğlan uşağı olduğuna görə bəli, texnika geniş inkişaf edib də, geniş yəni inkişaf edib, o avtomatlaşdırıb. artıq Məsələn, bəli, düzdür, bir var mən avtomatik olaraq onu gözləyim. bəli Aysa. soyudur. Bəli, sistemi soyudur. İndi bunu elmi dildə başa düşərdim. Məsələn, mən tutam ki, kompüterdə test yazıram. Çox qızıqda, çox işlətmişəm. Prosesor, 2-3 bəli, saat, prosesor bəli. budur. Mən Bəli. üçün gör nə qədər işimi asanlaşdırır. Mən söndürüb onu gözləməkdənsə, o siz dediyiniz kimi cihazı qoşaram, o onu soyudar. Yəni nə mənə zərər Necə? verməz. Məsələn, kompüterimə Eyni zərər anda verməz. bəli, eyni anda o elə bil həm onu Bəli. soyudur, həm də siz işinizi davam edirsiniz. Elə bir Aysə, həm də işim cihaz gedir. qurmaq. Bəli, doğrudur. Bəli, bəli. Cihaz Gecikmirəm qurmaq. işim. Bəli, bəli. Doğrudur. Aysə, belə fikirləriniz olanda mütləq bildirin. Çox sevdim mənim Onu fikirlərinizi. yadda saxlamaq da olar da belənçi soyutma Bəli. sistemini. Da var da motoru soyutmaq üçün kompressorlar var. Bəli, məmmə doğrudur. Hamısı avtomatlaşdırmanın inkişafına gətirib çıxarır. Bəli. Sonra müəllimlər, gəlin bu mühafizə, idarə etmə, nəzarət, bunları biraz avtomatla əlaqələndirək. Niyə bu sözlər buradadır? Məsələn, nəzarət avtomatik qurğudur. Məsələn, bəlkə də biz bilmədən, biz fərqində olmadan avtomatik qurğular ona nəzarət edir. Bizə məsələn bildiriş göndərir. Məsələn, biz bəlkə bilmirik ki, burada adi telefonlarda viruslar üçün bizə avtomatik nə gəlir? Bildirişlər gəlir ki, telefonunuzda məsələn virusa yoluxub. Onu biz bilmirik axı. Onlar sanki avtomatik nəzarət olunur. Məsələn, nəzarət sözünü belə yadda saxlayaq. Mühafizə mühafizəni elə əvvəllərdə də gördük də, bizim mühafizə, qorumaq sözünü gördük ki, məsələn, cərə növü, tələ ilə yadda saxladıq ki, bizi mühafizə edir də, yəni təhlükəlidir. Avtomatik cihazların sayəsində biz təhlükələrdən qorunuruq. Guya ki, yəni mühafizə sözünü də belə əlaqələndirək. Tənzimləmə çox asandır. Yəni biz tutam ki, bir dəfə tənzimləyirik nəyisə temperaturunu, dərəcəsini. O hər dəfə eyni qaydada avtomatik həmin tənzimlədiyimiz formada qalır. Bizim sadəcə onun düyməsini vurub yandırmağımız olur. Bizim edəcəyimiz iş. Məsələn, bir dəfə tənzimləyirik, hər dəfə eyni qaydada qalır. Tənzimləməni də belə yadda saxlaya bilərsiniz. Avtomatik tənzimlədiyim formada qalır. Əslində o deyil o. Tənzimləmə bilirsiniz nədir? Onu özü avtomatik nəyisə özü avtomatik tənzimləyir. Belə deyim də, məsələn, biz paltaryon maşında keçəcəyik ki, paltaryon maşında yuan zaman orada köpük yaranır. Yəni indi paltarlar qeyri-bərabər səviyyədə paylanır. Onu paltaryon maşının barabanı tənzimləyəcək avtomatik. Özü orada
yəni paltarların bir yerə yığışması üçün qarşısını alacaq da, yəni onları paylaşdıracaq hər tərəfə. Bu da avtomatikatda müəllimlər tənzimlədi. Gördü ki, həddən artıq məsələn köpük yaranıb, öz-özünü avtomatik dayandırır. Məsələn paltarlar qeyri-bərabər ayrılıb, onu tənzimləyir də, yəni bərabərləşdirir. Hər tərəfə eyni qaydada paylayır. Tənzimləmə sözünü də belə əlaqələndirək avtomatika ilə. Sonra idarə etmə ən asanıdır. Niyə? Çünki məsələn elə paltar yuyan maşını deyək. Mən paltar yuyan maşını paltarları yerləşdirirəm. Onun timer ilə, yəni idarə etmə lövhəsi ilə nə edirəm? e, dərəcəni, vaxtı təyin edəndən sonra düyməsini vurup ucu özü idarə edir. Heç mən etməyim, başqa bir şey olsun ki, məsələn biz heç bir şey etmirik, o özü özünü idarə edə bilir. Belə deyə də insan idarə etmə ən asanıdır. Məsələn, idarə edir də bizim toxunmadan, insan əməyi olmadan özü özün avtomatik idarə edir. İdarə etmə ən rahatı, ən yadda qalanıdır. Gəldik müəllimələr, avtomat qurğular hansı hissələrdən ibarətdir? Məsələn, deyir nə qədər onlar mürəkkəb olsalar da hamısı deyir eyni bir. Elə bir ki, hamısı eyni tərkib hissələrdən ibarətdir, bəli. Yəni gücləndiricidir, ötürücüdür, icra edicidir, istehsal mexanizmlər. Burada biraz bizə istehsal çaşdırıcı ola bilər, amma qalanlara avtomatika ilə bağlıdır, avtomatiklə bağlıdır cihazlarla. Niyə? Məsələn, ötürücü. Tikiş maşınında ötürücü var idi deməlidirlər, düzdür? Məsələn, avtomatik. Məsələn, mən elektrik şəbəkəyə qoşurdum, pedalı sıxırdım, avtomatik ötürücü işə düşürdü. Ötürücü də işə düşəndən sonra nə olurdu? Tikiş tikilir. Yəni, ötürücü yadda qalandı, asandır, gücləndirici. Məsələn, burada deyir də indi gücləndirici siqnal gücləndiricilərdən istifadə edirik. Ola bilərdi indi nəsə ütünü deyim sizə yaxşı. Ütünün temperaturu az olduqda, tutam ki, ütü soyduqda o öz-özün yenidən şəbəkəyə qoşur, gücləndirir. Əslində asandır. Məsələn, avtomatik gücləndirmə, ötürücü icra edir də, nəsə icra edirik, iş görürük, nəsə icra olunur. Bir də istehsal mexanizmləri. Nəyisə istehsal olması çox asandır bu sözlər. Ötürücü, gücləndirici, icra edici, istehsal. Bu digər siniflərdə də var bununla bənzər. O da bizi biraz çaşdıra bilər. Səhv etmirəmsə 7-ci sinifdədir. Gəlin baxaq. Burada belə bir cümlə yadda saxlayacaq ki, deməli icrada istehsalı gücləndirib ötürdüm. Belə bir cümlə də yadda saxlaya bilərsiniz müəllimlər. İstehsal zamanı işin icrası zamanı prosesi gücləndirib ötürdüm. Nəsə, yəni bu sözlərdən bir cümlə hazırlaya bilərsiniz müəllimlər. Mən bunu belə yadda saxlamışam. İcrada ötürücünü gücləndirib istehsal etdim. Neysə. Baxın, icra edən zaman ya da ki işi icra edən zaman ötürücünü gücləndirdim. İstehsala verdim ya istehsal etdim. Neysə hal istehsal edən zaman ötürücünü gücləndirmişəm və işimi icra etmişəm. İcra edici ilə yerinə yetirmişəm, istehsal etmişəm. Cümlə də hazırlaya bilərsiniz müəllimlər burada. Onunla bunun fərqinə baxaq. Baxaq müəllimələr, 7-ci sinifdə maşın və mexanizmlər mövzumuzda da biz maşın və mexanizmlər 4 əsas hissədən ibarətdir demişdik. Məsələn, maşınlar demişdik ki, 4 əsas hissədən ibarətdir. Mühərrik, ötürücü, işçi orqanlar, idarə etmə mexanizmi. Baxın müəllimlər, ötürücü ilə idarə etmə orada da var, burada da var, düzdür? Bax, bizi o biraz saçdıra bilər. Gəlin bunu qeyd edək, deməli, mühərrik var. Maşında mühərrik təbii ki olacaq. Məsələn, mühərriklə, burada məişət maşınları, məsələn, paltar, toz soran mühərriklə işlər. Mühərrik, ötürücü ikisində də var. İşçi orqanlar, idarə etmə orqanları. Deməli, idarə etmə orqanları ilə ötürücü ikisində də var. Bunların ortaq cəhətidir. Bəs fərqlilərə baxaq, görək hansı fərqlidir. Deməli, deyir ki, gücləndirici, icra edici, istehsal, ötürücü. Deməli, ötürücü və orada idarə mi edici idi müəllimələr? Orada, deyirəm axı, orada idarə edicidir, burada icra edicidir müəllimələr. Əslində orada idarə edici olması doğrudur. Niyə?
Və görürsünüz bu icra edicini idarə edici ilə məsələn qarışdırırlar. Ya da ki o sinifdən bizə sual salanda bu 8-ci sinifdə olan icra edici sözün ora əlavə edirlər. Müəllimimiz deyir ki, burada C hərfləri çoxdur. Gücləndirici, ötürücü, icra edici. Bəli, ola bilər. Belə də yadda saxlaya bilərsiniz. Məsələn, bax mühərrik yoxdur burada. Çünki mühərrik avtomatlaşdırma ilə bağlı deyil. Sadəcə mühərrik mexanizmdir. Yəni mühərrik hər hansı bir avadanlığın daxilində olan bir mexanizmdir. Yəni onu işə salmaq üçündür mühərrik, düzdür? Amma yəni mühərrik avtomatlaşdırma ilə əlaqəli deyil axı. Mühərrik yəni hansı bir cihazı işə hərəkətə gətirir. Avtomatik bir şey icra etmir. Yenə də gəlin baxaq. Ən gözəl elə cümlə hazırlamaqdır ki, avtomatik qurğularda, həm də belə deyək də müəllimlər, biz burada gücləndirici haqqında danışacağıq. Dərsimizin içində keçdiklərimiz də bizə kömək edir. Məsələn, biz burada mühərrikin tərifini öyrənməyəcəyik. Amma 7-ci sinifdə mühərrikin tərifini öyrənmişdik. Sonra oradan idarəetmə orqanları haqqında biz tərif öyrənmişdik ki, yəni idarə edir. Sonra ötürücünü burada da var, orada da var. Ötürücü bizi yormaz. Sonra işçi orqanlar, müəllimlər burada yoxdur, amma orada işçi orqanları idi. Məsələn, orada işçi orqanlar, idarəetmə orqanları, orqan sözündən yadda saxlayın. Məsələn, orada hansısa bir onun daxili hissəsi olaraq yadda saxlayın, qurğuları kimi yadda saxlayın. Məsələn, tam ki maşının daxili qurğuları, daxili cihazların mexanizmləri. Amma burada elə deyil də, bu fərqlidir. Orada maşın və mexanizmlər haqqında ümumi öyrənirik. Onların daxilinə nələr, quruluşu nədir onu öyrənirik. Amma burada o deyil. Burada biz avtomatika ilə bağlı öyrənirik. Ötürücü, gücləndirici, icra edici, istehsal. Ötürücünü burada necə yadda saxlayırıq? Məsələn, ötürücü önəmlidir, lazımdır. Niyə? Çünki məsələn biz məsələn bir yerə daxil olanda təzyiq göstərəndə məsələn ayağımızı qoyan zaman qapılar açılır. Düzdür, ağırlıq altında məsələn həmin o qapılar öz-özünə açılır. Nə olur orada? Ötürücü baş verir də biz ona bildiriş gedir də, yəni ötürülür. Ötürücü yəni saatiyata qalanda gücləndirici haqqında bu gün danışacağıq. Necə olur ki, gücləndirir? İcra edicidə elə yadda saxlayın ki, işi avtomatik olaraq icra edir. Məsələn, elə tekstillə istehsalı da yadda saxlayın ki, tekstildə avtomatlaşdırma zamanı müəyyən toxunuşlu parçalar istehsal olunur, müəyyən toxunuşlu nə bilim, yəni parça məlumatları istehsal olunur. İstehsalı belə yadda saxlaya bilərsiniz. Yəni də deyirəm, mən nə qədər danışsam, nə qədər də kənara çıxsam, bu biraz sizdən asılı olan bir şeydir. Biraz əzbərləmək tələb edir. Bir-birindən fərqləndirmək tələb edir. Siz ən azından bilsəz ki, burada orqan sözü yoxdur. Məsələn, işçi orqanı, idarəetmə orqanı. 7-ci sinifdə kitabın içində bilirik, məsələn, bu mövzuda mən nələri öyrənmişəm. Məsələn, biz orada qasnağı öyrəndik, qasnağın haqqında öyrəndik, ötürmələri öyrəndik. Ən azından tələsməyin. Yəni yadınıza salın, mən bu sinifdə bu dərsin içində nələrin haqqında danışmışdım. Məsələn, orada mən istehsal, gücləndirici bunlar yox idi. Bunlarla bağlı nəsə bir şey danışmamışdım. Amma 8-ci sinifdə gücləndirici necə olur, gücləndirici haqqında məsələn öyrənmişik, dərsimizin içərisində var. Bir də əzbərləmək də lazımdır. Amma ən gözəli mən sizə deyim ki, mən bu formada taparam testlərdə. İcranı gücləndirib istehsala ötürdüm. Belə də edə bilərsiniz. Ya özünüzdən cümlə hazırlayın. İşin icrasını gücləndirib istehsala ötürdüm. Cürbəcür cümlə. Bu 4 dənə sözdən cümlə hazırlayın da müəllimələr. Ən gözəl üsul odur bir-birindən ayırmaq üçün. Sonra deyir, ötürücü avtomat qurğunu işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən hissiyatlı elementidir. Bəli. Məsələn, bax, telefonlarımızda neyinirik? Tutalım ki, şəkil çəkəndə əlimizi məsələn sirkələyirik, özü avtomatik bizim şəklimizi çəkir. Məsələn, necə deyim sizə? Səs olur. Məsələn, elə var ki, bizim səsimizi qeyd edirik. Məsələn, kildə düşməsi üçün telefonumuzun səs qeyd edirik. Həmin o səsi dedikdə, səslə dediyimiz sözü eşidən zaman nə olur? Telefon kildə düşür. Sonra bunlar asantıda mənlər yadda qalandı. İşığa, istiliyə, təzyiqə, səsə, rütubətə reaksiya verən hissiyatlı deyir elementidir hansısa bir qurğunun. Bunlar yadda qalan. Məsələn, bununla bağlı fikriniz varsa, buyurun müəllimlər. İşığı necə yadda saxlayaq, istiliyi necə yadda saxlayaq, təzyiqi bilirik. Bax, təzyiqi mən bayaq misal çəkdim ki, məsələn, biz təzyiq göstərəndə qapılar açılır, düzdür? Yəni, onunla yadda saxlayaq, təzyiq asandır, avtomatik qapılar açılır, bağlanır.
belə rütubətlə, istiliklə, işıqla bağlı nə fikriniz varsa buyura bilərsiniz. Məsələn, sürəti mən radarla yadda saxlayıram ki, maşını sürətli sürəndə avtomatik olaraq radara düşürük. Yəni sürətlə, təzyiq mən üçün rahatdır. Səs də asandır. Məsələn, səs də belə deyək də telefonda məsələn dediyimiz formada, yəni telefon kodunu açmaq üçün. Telefon olmasın, telefonda internetə daxil oluruq. Məsələn, orada səs atmaq yeri var. Səs atırıq ki, məsələn, texnologiya 8-ci sinif kitabı mövzu 18 məsələn. Onu səs olaraq deyirik, avtomatik onu mətnə çevirir və bizə onunla bağlı internetdə məlumatlar yüklənir. Səsi də belə yadda saxlayaq da müəllimlər, yaxşı? Təzyiq, səs, sürətə öyrəndik. İstiliyi də ütü ilə yadda saxlayaq. Ütü həddən artıq qızanda avtomatik olaraq özünü soyudur. İstiliyi də öyrəndik. İşıq da belə baxıram asandır. İşığı necə deyim ay müəllimlər? Avtomatik ilə işığı necə əlaqələndirim? Əslində asan deyə bilirəm. Sadəcə fikrimi tam tamamlaya bilmirəm. Bircə dəqiqə ekranı dayandırım. İşıq burada bunların içində ən asanı, ən yadda qalanıdır. Gülər müəllimə, buyurun, nə demək istəyirsiniz? Buyurun, fikrinizi deyin. Yəni işıqla bağlı fikriniz var idi. Təzyiqlə bağlı fikriniz vardı. Gözəl, çox xoşuma gəldi. Buyurun müəllimə. Məsələn, müəllimə, bax, tutalım ki, belə deyək, küçə qapılarının, ondan sonra həyətdə olan işıqları, ümumiyyətlə də, yəni çox Bəli, istəmirsən enerjinə, məsələn, günəş yəni işığı bəli, yanırlar. yanından keçərkən onlar yanır. Yəni, Yəni sən uzaqlaşanda onlar avtomatik özü sönürlər. aysa bəli, yəni işıq sözünü də belə əlaqələndirə bilərik. Bəli, Bəli, məsələn, belə əlaqələndirmək olar da. Yəni onu yadıma bəli, salaraqdan əlaqələndirə bilərsən. aysa, Məsələn, mebellərdə olan işıqlar, adicə bu kuxna mebellərində balaca işıqlar qoyulur. bəli. Aspiratorda yaxınlaşanda o işıqlar yanır. Sonra aralaşırsan o işıq sönür öz-özündən. Aysa, deməli, bax səsə Yəni niyə elə bir deyir, işıqlar var da, yəni reaksiya verir. LED işıqlar deyirlər. Onlar Bəli, LED bəli. işıqlar. Aysa, O deməli, bu işıqlar sönür. avtomatik yanır da, o düzdür. Hə. O elə Yəni bu bir da elektriklə işləyən işıqlardır. Yəni demirəm, batareyanın zadla işləmir. Ümumiyyətlə elektrik cəryanına qoşulan işıqlardır onlar. bəli, bəli. Yəni avtomatik nə olur? Onlar hissiyatı var da sanki səsəmə Bəli, yaxınlaşanda yanır, sonra sən gedəndən sonra sönür yenidən. Bəli, doğrudur müəllimə, lap yaxşı. Hı -hı. Sonra baxaq nə deyir? Əksər hallarda onlar bu təsirləri ölçüyə, bax bu cümləni deyirdiniz, sizə deyəcəm. Tam bir məna tapa bilmədim burada. Deyir, əksər hallarda onlar bu təsirləri ölçüyə, ötürülməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına çevirir. Təbii ki, yaxşı, və idarə etməyə olan siqnalları elektrik siqnallarına çevirə bilər. Ötürülməyə də ola bilər də, ötürücüdür. Bu ölçünün burada nə məna, mən onu tam kəsb edə bilmədim. Bunu da bu hissəni oxuyanda yadıma düşdü ki, şagird partalarında da demişdik ki, örtük, ölçü, quruluş demişdik də, düzdür? O ağlıma gəldi ki, örtük, ölçü, sanki o sözlərə bənzəyir. Ölçü, örtük, idarə etmə. Yəni, nəsə bunun üçün də bir cümlə tərtib edə bilərsiniz. Məsələn, ötürülmə asandır, idarə etmə də asandır, yadda qalandır. Bir dənə ölçü biraz qeyri-adidir. O da hardasa yadda qalar. Deyir ki, bu təsirləri ölçüyə, ötürülməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına çevirir. Bir dənə bu ölçü sözü bizi çaşdıra bilər müəllimlər. Sonra ötürücülər müasir maşınların özünə məxsus gözləri, qulaqları, həssas barmaqları adlandırmaq olar. Bəli. Yəni biz dedik də, sanki onlar görürlər, eşidirlər və biz etmədən onlar məsələn, bir var biz barmaqlarımızla nəyisə idarə edir, bir də var onlar bizim məsələn əvəzimizə idarə etsinlər. Məsələn, barmaqdır, gözdür, qulaqdır, yadda qalan hissələrdir. Orada izahda da danışmışam. İndi istəmirəm fikrinizi yayındırım, amma o üsul da gözəl üsuldur. Testdə sizin üçün kömək edəcək. Görmədim, eşitmədim, toxunmadım. Bu üç simvolunu da yadda saxlaya bilərik. Gəldik buradan sizin üçün çox gözəl bir ardıcılıq tərtib etmişəm. Bilirəm ki, çox sevinəcəksiniz. Belə baxdım, gördüm, yəni nəsə bir iş var da burada. Siqnallar zəifdir, onları gücləndirmək lazımdır. Yəni onu da bir dəfə nə gücləndirməliyik, axı cəmi bir cümlə yazıb keçməyib də burada. Ona görə burada sizin üçün ardıcıllıq tərtib etmişəm. Deyir, əgər siqnallar zəifdirsə, onları xüsusi qurğular və gücləndiricilərlə artırırıq. Əslində bu işin ardıcılığı deyil. Məsələn, deyir ki, zəifdirsə, sən onu gücləndiricilərlə artır. Sadəcə bizdə hər zaman olur da, yəni kitabda nədirsə onu kopyalayırlar, ardıcıl bizdən istəyirlər.
Yəni necə ki biz oduncağın rəndə ilə yonulmasında orada tam işin ardıcılığı olmasa da, məsələn qeyd olunmuşdu ki, yəni kitabda yazılanı istəmişdi, yazılan cümlələri qeyd etmişdi, onları ardıcıl düzməyi istəmişdi. Burada da biraz cüzi ardıcıllıq var. İndi əvvəldən başlayıb bizim üçün tez tərtib oluna bilər. Məsələn, mən etmişəm tərtib sizin üçün. Əgər mən etmişəmsə, bunu başqa birisi də edə bilər. Məsələn, kimsə düşünər ki, mən bu ardıcıllıq tərtib edim. Amma müəllimələr səhv etsin, çətin olsun, çaşdırıcı olsun. Onu düşünüb, əgər burada mən ardıcıllıq tərtib etmişəmsə, deməli başqa müəllimələr də, başqa test hazırlayan müəllimələr də edə bilər. Bu izah miqçilərə aiddir. Sevin ardıcılığı, çünki bugünkü ardıcılığımızdan siz heç nə itirməyəcəksiniz, düşməyəcəyini də bilirəm. Sadəcə bunları oxuyan zaman testdə bir dəfə belə görəcəksiniz və bu hissələri. Bir dəfə testdə ardıcılığı tapmaq istəyəndə görəcəksiniz. Məndən sonra da yəni haçansa testdə işləməyi də tapmaq istəmək adından da doğru cavabı yazmaq məqsədi ilə də işləyə bilərsiniz. Siz bu ardıcılığı işləyən zaman, ardıcılıq düzmək istəyən zaman siz bu dərsin bu hissəsini öyrənmiş olacaqsınız. Məsələn, burada düşür ki, pilləvari gücləndirmə elektromaqnit relay vasitəsilə icra olunur. Məsələn, burada bir sualımız var bizim. Gücləndirmə nə ilə olur? Pilləvari gücləndirmə elektromaqnit relay ilə. Bu ardıcılığı öyrənəndə bunu da əzbər öyrənmiş olacaq. Yəni burada bir sualımız bizim hazır olmuş olacaq. Məsələn, deyir ki, sual verə bilər ki, əgər siqnallar zəifdirsə nə edək? Onları xüsusi qurğularla, yəni gücləndiricilərlə biz artırırıq. Biz onsuz da bu ardıcılıq, bu məlumatları biz oxuyub öyrənməliyik də. Biz sadəcə bunları ardıcıl oxuyuruq. Onsuz da bunları biz öyrənməliyik, oxumalıyıq, testə düşəcək. Amma bu gün nə edirik? Bu yazılanları öyrənirik, amma ardıcıl öyrənirik. Əgər siqnallar zəifdirsə, onları gücləndirmək lazımdır. Bəli, bəs necə? Necə gücləndirəcəm? Nə ilə gücləndirəcəm? İndi isə onun dediyi gücləndir, siqnal zəifdir, gücləndirməlisən. Gücləndiricilərlə artır. Belə bir sual yaranır ki, necə artırım? Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən istifadə olunur. Məsələn, biz əvvəllər transformatorla soyuducularımızın gücünü artırmırdıq. İşıqlar o vaxtlar zəif olurdu elektrik. Yəni burada da nədən istifadə etdik? Elektron gücləndiricilərdən istifadə etdik. Deməli, birinci bizə deyir ki, zəifdirsə onları gücləndirmək lazımdır. Sonra izah etdi ki, yəni bunun üçün sənə elektron gücləndirici lazım olacaq. Necə edirəm bəs? Pilləvari gücləndirmə elektromaqnit relay vasitəsilə icra olunur. Yenə deyirəm, ardıcıl deyil. Sadəcə burada gücləndirici necə olur deyir. İndi isə burada pilləvari gücləndirməni necə etmək lazımdır? Nə edirik? Onu deyir ki, elektromaqnit relay ilə həyata keçiririk. Amma yenə də biz ardıcıl öyrənirik. Pilləvari gücləndirmə bizim olacaq 3-cü mərhələmiz. Yəni gücləndirmək lazımdır dedi. Sonra izah da verdi ki, gücləndiricilərdən istifadə edəcəksən. Keçdi başqa bir misal, başqa bir hissə haqqında danışmağa ki, pilləvari gücləndirmə isə elektromaqnit relay vasitəsilə icra olunur. Bəlkə də sual belə ola bilər ki, pilləvari gücləndirmə necə yerinə yetirilir? Avtomat idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icraedici mexanizmlərə daxil olur. Bax, müəllimlər, burada biraz ardıcılıq var. Bu daxil olur sözünə görə ardıcılıq hardasa var. İndi bunu tam öyrənirik biz. Sizdən pilləvari gücləndirməni də istəyə bilər. 2. 2 yox, 4 üzülürsən. Pilləvarinin ikisidir bu. Ümuminin 4-üdür. Deməli, daxil olur sözün yadda saxlayata qısası. Deməli, idarəetmə və tənzimləmə qurğularında, yəni siqnallar sözünü götürək, buradan başlayaq. Siqnallar gücləndiricini qoşmuşuq da, gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur. Yəni, işin icra etməsi üçün gücləndirmişik, o gücləndirici ona güc verir, icra edici mexanizmlərə daxil olur. Daxil olur sözünü də yadda saxlaya bilərsiniz, siqnallar sözünü də yadda saxlaya bilərsiniz. Onların köməyi ilə bax, gücləndirmişəm də, iş getmirdi, zəif idi. Gücləndirməni qoşdum, daxil oldu. Onun köməyi ilə maşın və cihazların işçi orqanları hərəkətə gəldi. Bu ikisini ən azından öyrənə bilərsiniz. Yəni, gücləndirdim, siqnallar ötürürdü, daxil oldu və hərəkətə gəldi. İşçi orqanlar hərəkətə gətirə bildim. Zəif idi hərəkət etmirdi. Amma gücləndiricidən sonra, daxil olandan sonra hərəkətə gətirildi işçi orqanlar. İşçi orqan hərəkətə gətirilibsə, yenə də cümlə işçi orqandan gedir. İşçi orqanların hərəkətə gətirilməsi elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Yəni, mən gücləndirmə etmişəm, fikirlərinizi alacağım.
Cüzləndirdim bunu. Sonra yenə də necə olduğunu biz açıqlama verir. Deyir ki, bu elektromaqnet və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Yəni, birinci dərsdə danışıb, sonra onun açıqlamasını verib ki, orqanlara hərəkət gətirir. İşçi orqanlara hərəkət gətirilməsi üçün nə lazımdır deyir. Mən gücləndiricimi qoşdum, gücləndirdim. İndi mən orqanları deyir hərəkətə gətirəcəm. Sonra məsələn elə bir şey bu da ardıcılığı öyrəndə elə fikirləşin ki, yanımızda bir uşaq durub, mən onu izah edirəm, o mənə dəqiqədə bir sual verir. Məsələn, mən ona deyirəm ki, gücləndiricilərin köməyi ilə mən işçi orqanları hərəkətə gətirirəm. Sonra deyir ki, işçi orqanlar necə hərəkətə gətirir, nə lazımdır onlar hərəkətə gətirməsi üçün? Deyir ki, onlar hərəkətə gətirilməsi üçün elektromaqnet və elektrik mühərrikləri lazımdır. Onlar vasitəsilə həyata keçirilir. Avtomat nəzarətdə müşahidə və qavrama üçün siqnal müşahidə və qavrama üçün rahatlaşır. Bu da asandır. Məsələn, belə fikirləşək də, biz bunu nə bildik ki, gücləndirmək lazımdır. Məsələn, bunu mən birinci götürərəm ki, siqnal olsun, müşahidə və qavrama rahatlaşır sözün birinci götürürəm. Bu axırda da bunu da sizə belə bir motivasiya verim ki, siz rahatlaşırsınız ki, bu axıra gəldim, çıxdım. Ardıcılıqda axırdayım. Rahatlaşırsınız ki, üzərimizdən yük qalxdım. Həm də belə deyək də, məsələn, biz bilmirdik axı bunu gücləndirməyə ehtiyac var. Siqnal oldu. Məsələn, ütüdə su az, istilik az olanda orada məsələn işıq yanır da, lampası yanır. Yəni bizə bir siqnal verir, düzdür? Deməli, avtomat nəzarətdə siqnal müşahidə və qavrama zamanı qavrama üçün rahatlaşır. Biraz qarışıq cümləmiz var yenə də. Rahatlaşır sözünü də axırda götürə bilərsiniz. Siqnal sözü iki yerdə var, o sizi çaşdırar. Müşahidə, qavrama bunları axırda götürərsiniz. Belə də işi icra etmişəm. Məsələn, deyirəm ki, zəif idi, gücləndirdim. Axırda deyirəm ki, görsən nə qədər fərq var. Bayaq iş icrası getmirdi. İndi mən müşahidə edirəm ki, sonda müşahidə sözünü görürəm. Yəni, gücləndirəndən sonra müşahidə edirəm ki, bayaqçı proseslə indiki proses haqqında nə qədər irəliləyiş var. Belə müəllimlər, çalışdım ki, sizlər üçün ötürüm bunu. Yenə də nə qədər də istəyəm, nə qədər danışsam, özünüz də oxumalısınız. Bir təsəlli dedim ki, bu ardıcılıq gəlib sizə düşməyəcək. Amma biz yəni dəqiq deyə bilmirik də düşməyəcək oxumayın. Yəni siz nə qədər dərindən öyrənsəniz, inanın ki, o qədər yüksək nəticə toplayacaqsınız. Elə müəllimlər, sevin yəni. Çətin də olsa sevin. Nə var ki burada? Məsələn, birinci gücləndirici zəifdirsə, yəni zəifi götürərəm. Hələ işin əvvəlində zəifdir siqnallar. Onu gücləndirərəm. Gücləndirmək üçün mən gücləndiriciden istifadə edəcəm. Bəs pilləvarı gücləndirmədə nə edəcəm? Elektrik mexaniki, mən elektromaqnet relədən istifadə edəcəm. Onda nə olur bəs? Siqnallar gücləndiricilərin mexanizmlərinə daxil olur. Ondan sonra daxil olubsa işçi orqanlar yavaş-yavaş güclənir, bax hərəkətə gəlir. Sonra onun hərəkətə gəlməsi bəs nə ilə olur? Mühərrik, elektrik mühərriki ilə elektromaqnet ilə hərəkətə gətirilir və burada güclənib də rahatlaşır. İşin gedişi, məsələn, mühərrikə yük düşmür. Rahatlaşır sözünü də götürə bilərsiniz. Ya da ki, axırda mən müşahidə edirəm, gücləndirmişəm, axırda müşahidə edirəm ki, hə, artıq ehtiyac yoxdur da, bəsdir. Artıq işin prosesi icrası gedir. Bu dediklərim nə qədər də uyğun olmasa da, bəlkə də sizi yorar, amma bəlkə də qulağa xoş gəlir. Tək bir faydası olsun, heç olmasa birinin, ikisinin yerini dəqiq biləsiniz. Belə müəllimlərə baxın, başqa nə var? Hələ biz daha yaxından tanış olacağıq avtomatlaşdırılmış qurğularla. Burada da bir ardıcılıq təyin etmişəm sizin üçün. Çox asandır. Niyə? Niyə ardıcıl olduğunu düşünmüşəm? Çünki burada suyun səviyyəsini ölçürəm. Bu bir dəfənə olmur axı, bir dəfənə olan bir proses deyil də. Yəni bir ardıcılıq var. Səviyyəni ölçmək üçün nəsə bir proses olmalıdır, nəsə bir ardıcılıq olmalıdır. Gəlin baxaq. Burada indi yenə də ortaq nəyəsə gələcək mənimlə. Məsələn, burada siqnal lampalarda yəni avtomatik bizə bildiriş verir ki, məsələn, su azdır ya çoxdur. Siqnal lampalarımız var bizim. Mən bunu birinci götürərdim. Bunun üçün sizin üçün test tərtib edəndə dedim ki, müəllimlər bunu səhv edər, izah verməsəm. Lampaları rahat yerdə quraşdırılır, birinci götürərlər ki, yəni birinci mən onları rahat yerdə quraşdırım. Düzdür, müəllimlər? Sonda olanı birinci götürə bilərik. Biz artıq bunu öyrəşmişik də, yəni əvvəldə olması gərəkənlər bizim kitabımızda sonda olur çox vaxtı. Yenə də bayaq da rahat sözü axırdaydı. Ola bilər də kitabdan kopyalar var, rahatlaşır. Burada da deyir ki, axırda rahat et də, yəni rahat yerdə quraşdır, yaxşı yerdə quraşdır. İndi bunu da əlaqələndirəcəm ki, sudur bu. Rahat yerdə quraşdırmalıyıq ki,
su məsələn dağılmasın kimi yadda saxlaya bilərik. Fikirləriniz də varsa mütləq buyurun. Mən demirəm bunu sizə elmin mənasını deyirəm, dərinliyinə getmişəm. Heç mən dərsdən əvvəl araşdırma da etmədim. Çünki xoşlamıram. Mənə lazımdır burada yazılanları siz öyrənəsiniz, testdə tapasınız. Yoxsa bu nədir, bunun dərinliyinə gedeyim, axtarım, mənim başqa müəllim yoldaşlarım da var, onlardan soruşaram, məlumat toplayıram, amma heç ehtiyac yoxdur da müəllimlər. Sadəcə burada yazılanları, nə zamanımız yoxdur. Bir də ki, bizə o qədər də önəmli deyil. İmtahandan sonra o da həyatımızdan çıxacaq. Ya da ki, həyatımızda istifadə etmirik biz bunu. Yəni sizə lazımdır ki, burada yazılanları siz testdə düzgün cavablayasınız. Hansı formada olur olsun test düşsə, siz onu doğru cevablaya biləsiniz. Deməli, deyək ki, gəlin yaxından tanışırıq. Burada nə edirlər? Avtomatik olaraq suyun ölçülməsidir. Yəni su azdırsa bizə bildiriş gəlir ki, su azdır, su çoxdursa bizim üçün nə olur? Yaşıl işıq yanır ki, ya su yaxşıdır, hər şey öz qaydasındadır. Bundan mən istəyirəm müəllimələr. Çünki yəni həyatımda bəzi hissələr var ki, mənə lazım olur. Yəni suyun az olub olmamasını bilmək istəyirəm. Müəllimə, Yəni suyun az olub olmamasını bilirsiniz nə əsas nə göstərir? Kombi. kombi. Kombilərimiz işləyir ha. Onların Bəli. su təzyiqi aşağı düşəndə işıqları yanır, sönür. Aysa bəli, görürsünüz avtomatik yazdı, bəli. Avtomatik yanır, sönür, radiatorlar dayanır. Hə, yəni bizə bildiriş bildirir. İndi Bəli, burada bildiriş gəlir. yəni elə bir ki, onu etmək üçün ilk öncə burada nümunə hazırlayıblar, yox təcrübədən keçiriblər. Sonra məsələn düşünün ki, yəni kombiləri məsələn ondan sonra onu əsasən tərtib ediblər. Bu bizim təcrübə aparırlar da burada, yəni yoxlamaq üçün. Ya da bilmək. Məsələn, yoxlasan da, yəni belə deyək, sistemə suyu buraxarsan, sonra gedib oradan suyu azaldarsan, onda avtomatik kombinin deməli su sistemi dayanacaq. Elə də yoxlamaq olar. Məsələn, həm yoxlamaq istəyirsənsə. Ay sağ olun. İndi gəlin baxaq görək burada nə var. Əslində belə ümumi bir dəfə oxuyandan sonra özüm üstündə izah etməliyəm ki, mən nə oxudum burada, nə öyrəndim, nə demək istəyir mənə burada. Burada görürük ki, su üzgəcli mexanizm var. Su yəni azalanda qırmızı işıq yanacaq, su normaldırsa, qaydasındaca çoxdursa yaşıl işıq yanacaq. Buradan necə bir ardıcıllıq ola bilər? Deyir ki, Müəllimə, bəli, buyurun mənə, buyurun. demək istəyirdim ki, o üzgəcli su dediyimiz var ha. Bəli. Su baklarımız, çənlərimiz var, adi bu ayaq yollarında olan. Aysa. Onların indi ağıllı sistemləri var. Divara quraşdırırsan, o su süzgəcləri belə deyək, qalxır suyun üzünə. Əgər belə deyək, orada bir problem olursa, o yaşıl işığı var, o yanır, sönür. Aysa, bəli. Yəni onlar da indi görən varsa, yəni mən belə deyək, qızımın evində var, ona görə yəni yadıma düşdü ki, onlarda elədir, sistem elədir. Elə bir o su süzgəci əgərləri işləmirsə, süzmürsə, bəli. orada avtomatik işıq yanır, sönür ki, yəni burada nəsə nasazlıq var. Nəsə bir nasazlıq var, doğrudur, bəli. Ay sağ olun, lap yaxşı müəllimə. Gəlin baxaq müəllimlər, görək burada yazılanı biz bu gün öyrənməliyik. Yəni tam ardıcıllıq var, düşəcək demirəm. Amma nə qədər öyrənsək bizim üçün yaxşıdır. Gəlin baxaq. Deməli deyir ki, bu avtomatik qurğuda siqnal ötürücü üzgəcidir. Yəni burada deyir siqnal bizə siqnal verəcək. Yəni burada üzgəcdir, ötürücü, yəni bu üzgəcdir. Əvvəla təbii ki biz giriş edən zaman bilməliyik ki, necə olacaq bizə siqnal verəcək, bildiriş verəcək. Biz necə biləcəyik üzgəcin sayəsində? Yəni bu şəkildə gördüyümüzün baxın, bu suyun içərisində olan bu 6 ilə işarə olunan üzgəcin sayəsində. Təbii ki, yəni o suyun içərisində odur deyə ondan biləcəyik də, yəni su azdır ya çoxdur, normasındadır, yoxsa azdır su. Deməli, burada əsas birinci nədir işi görən? Böyük rolu nəyin roludur? Böyük əsas üzgəcin. Üzgəcdən asılıdır. Yəni üzgəc sayəsində biz biləcəyik ki, su azdır, yoxsa normadadır. Gücləndirici link isə qol ilə üzgəcə bağlanmışdır. Bəli, yəni mən üzgəcin sayəsində bunu yerinə yetirəcəm. Üzgəcin sayəsində yoxlayacamsa, mən o gücləndiricini, yəni linki nə etməliyəm? Üzgəcə bağlamalıyam ki, bilim, yəni su az olanda mənə bildiriş gəlsin. Yəni üzgəclə bağlı olmalıdır. Deməli, xüsusi qol üzgəclə bağlanmışdır. Yəni bağlıdır ki, bizə bildiriş verə bilsin. Xüsusi qolumuz hardadır bəs? 5 ilə işarə olunub. Üzgəclə birləşdirilmişdir. Burada tam 5 aydın deyil, yəni hansı hissəsidir? Yəqin budur, xüsusi qol ilə. Deməli, 4-cü hissəmiz nədir bəs?
e, gücləndirici. Deməli, baxın, bu bizim gücləndiricimizdir. Yəni, buradan e, gücləndiricimizdir. Qol ilə üzgəcə birləşdirilib gücləndirici. İkinci bunu götürdüm. Tam ardıcılıq olmasa da indi bir dəfə də olsa işləməliyik bunun testini. İndi görək necə olur, proses necə olur. Deyir, qabda mayenin səviyyəsinin dəyişməsi, yəni artması, azalması, hərəkətli kontaktın yerini dəyişməsinə, yuxarı və aşağı olması, dəyişməsinə səbəb olur. Bəli. Məsələn, yəni su azdırsa, çoxdursa, kontaktlar yerini dəyişəcək. Yəni burada yaşıl lampa işıq saçacaq, qırmızı lampa işıq saçacaq. Kontaktlar e, ütüdə də keçmişdi də 4 və 5 kontaktları dövrəni qapayırdı. Kontaktlar dövrədən ayrılırdı. İndi burada da bizə başlanğıcda deyir ki, yəni bu əgər suyun az ya da çox olmasını bilmək üçün də üzgəc, yəni əsas üzgəcdir. Üzgəc qolla bərkidilmişdir. Demirəm, ardıcıllıq var burada, amma yenə də öyrənməliyim. Burada da işi biz necə biləcəyik? Onun kontaktların yerini dəyişməsinə səbəb olacaq. Biz biləcəyik də, yəni su azdır yoxsa çoxdur. O kontaktlar da yerini dəyişəndə indi ya dövrə qapanacaq, ya indi qırmızı lampa yanacaq, ya indi yaşıl lampa yanacaq. Gəlin onlara baxaq. Deməli deyir ki, ən aşağı səviyyədə kontaktlar e, qapanır. Qırmızı lampa yanır. Kontaktlar qapanmaq birisi də yəni dövrəyə qoşulur ki, o işıq yansın. Lampanı yandırmaq üçün məsələn sadə elektrik dövrəsi kimi düşünün ki, yəni orada işığı yansın deyə, lampa işıq saçsın deyə kontaktlar qapanmalıdır ki, o işıq yansın. İndi mən bu dərsə baxanda, sizə necə izah edim deyə düşünəndə, dedim görəsən birinci qırmızı işığı necə yadda saxlasınlar, yaşıl işığı necə yadda saxlasınlar. Belə dedim də, yəni bu stəkanda su var. Birinci stəkanda su var ki, o su məsələn yavaş-yavaş buxarlanacaq, azalacaq. Yəni stəkanda su var, sanki su buxarlanıb, su azalıb bizə bildirir ki, su azdır. Ya da şimdi çaydan yata saxlayır. Çaydan qaynayır, su var da içində hazırda. Qaynayır, su azalır. Yəni bizə bildiriş gəlir ki, su azalıb da, yəni quruyacaq. Birinci qırmızı işığı götürəcək müəllimlər. Sonra su azalıbsa, biz ona yenə su ilə doldururuq. Bu hissəsinə su əlavə edirik. Suyu tökürük yavaş-yavaş, sonra yaşıl işıq yanır. Yəni bilirik ki, bəsdir də, yəni bu qədər su tökdük, bəsdir. Yəni birinci qırmızı işığı götürəcəyik, sonra yaşıl işığı götürəcəyik. Başqa belə də deyim ki, açar söz, qırmızı işıq bilirsiniz də 1-2 kontaktlar idi. Yaşıl işıq 2-3 kontaktlardır. Ardıcıllıqla da yadda saxlaya bilərsiniz. 1-2 əvvəldədir riyaziyyatda. 2-3 sonrada da 1-2 2-3. Yəni bir əvvəldədir, 3 sonralardada. Yəni ardıcıl olaraq da cümləni 1, 2, 3, 4 belə də öyrənə bilərsiniz mənlər. 1, 2, 3 ardıcılıqla da öyrənə bilərsiniz. Heç o 1, 2 olmasın. Biz bilirik də qırmızı 1, 2-dir, yaşıl 2, 3-dür. İzahda demişdim də, yəni müsbət çoxdur da, yəni müsbətdir, müsbət cəhət yaşıldır, mənfi cəhət qırmızıdır. Yəni rəqəmlərdən də böyük olmaq, çox olması, məsələn, müsbətdir də bizim üçün. Az olması mənfidir. Elə də yadda saxlaya bilərsiniz. Həm də dedim də, yəni su var stəkanda, güya ki suyumuz var bizim. O quruduqca bizə bildiriş gəlir ki, su qurtarıb, su quruyub. Düzdür? Ondan sonra belə ağacla fikirləş. Məsələn, bitkimiz var, ona su vurmuşuq, sulamışıq bitkimizi. Bitkimizin kökü yəni quruduqda, torpaq quruduqda bizə qırmızı işıq yanır ki, sanki bildiriş gəlir ki, su ehtiyac var da, burada suya ehtiyac olur. Və mən gülə su verdikdən sonra, yaxşı, yenə də həyatla əlaqələndirmişsiniz ki, gülə su verdikdən sonra gül suyu içir, artıq su içmək istəməyəndə o suyu aşağıdan axır da, yəni öz qabına. Ki, yəni bəsdir də, yəni, su artıq bilirik ki, buradan su axdı, artıq mən su verməli deyiləm də, gülə düzdür müəllimlər, elə də yadda saxlaya bilərsiniz. Yəni su azaldı, gördüm ki, torpağın dibi quruyub, ona bilirəm ki, qırmızı işıq yanır ki, ağlımda, mən su verməliyəm. Sonra suyu verirəm, indi baxın, deyirəm, quruyub da qoy çox su içsin, suyu verəm. Orada görürəm ki, su içmir gül, artıq suyu xaric edir də, yəni istəmir. Aşağıdakı məsələn drenaj olan hissələrdən su artıq xaric olur. Məndə yaşıl işıq yanır ki, artıq çatıb da lazım nöqtəyə gəlib çatıb, suya artıq ehtiyac yoxdur. Yəni bilmirəm nə edim, nə edim ki, siz bunları öyrənəsiniz, çətinlik çəkmədən, əzbərləmədən, heç olmasa hardasa görsəniz, biraz da olsa sizin üçün anlayış yaransın. Bilirəm ki, indi birazdan bunun testini işləyəndə
Çox gözəl cavablar tapa biləcəksiniz müəllimlər. Buna əminəm. Yaxşı, ümumiləşdirmə də edəcəyik. Deməli, yaşıl və qırmızı işıq lampaların işıqlanması çəndə suyu yüksək və ya açıq olanda göstərməsidir. Bəli. Yəni, yaşıl işıq yanıbsa, yaşıl işığın haqqında danışacaq da. Yəni, deyir, yaşıl işıq yüksək səviyyədə və ya yox, ümumilikdə deyir. Sonda bizə deyir ki, bax bu proseslər olur. Sonda yenə də bizə deyir ki, yəni bu yaşıl, qırmızı lampaların yanması səndə olan suyun çox ya da az olmasını, yüksək ya da alçaq olmasının göstəricisidir. Alçaq olanda qırmızı işıq yanır, yüksək olanda yaşıl işıq yanır. Sonra deyir ki, belə qurğular siqnal lampaları rahat yerdə quraşdırılır. Təbii ki, yəni rahat yerdə quraşdırılmalıdır ki, yəni iş icra olsun, proses getsin, yəni işıqlar rahat yanıb sönsün. İndi bunu mən güya ki, belə sizin üçün deyirəm ki, biz burada axırda məsləhət verirəm ki, sizə müəllimlər burada ehtiyatlı olun. Rahat yerdə quraşdırın ki, əyri qalmasın, bu üzgəc suyun içərisində olsun. Yəni biz bilək ki, su azdır yoxsa çoxdur. Yəni mən sizə elə bilin ki, burada danışdım, başa saldım, prosesi dedim, işin icrasını dedim. Axırda da sizə məsləhət verirəm ki, deyirəm yadda saxlayın ki, müəllimlər biz burada su var deyə, tənzimləmə olmalıdır deyə, üzgəc sabit qalsın deyə rahat yerdə quraşdırmalıyıq. Axırda da bunu deyirəm ki, yadınızdan çıxmasına, rahat yerdə quraşdırın onu. Belə. Hələ bizim testlərimiz də var. Test üzərində də bizim izahlarımız olacaq. Bunlar elə də çətin deyil. Avtomatik qurğuların növünə aid olduğunu istəyir. Yəni hansına aiddir? Saat, yəni yalan deyirəm o sizə. Kompüterin termoelektrik modeli, tikiş maşını. Saat mexanizmi yəqin mexaniki olardı. Bəli, mexaniki deyənə düzdür mənim. Sonra tikiş maşını. Termosu altına yazılıb termoelektrikdir. Məsələn, termoelektrik sayğac olar məncə. Sayğac termoelektrik olar. İstiliklə bağlıdır. Məsələn, qazımızın sayğacı, qazları yazır. İstiliyə bağlı yadda saxlaya bilərik. İndi heç olmasa da bizim üçün əlaqələndirməkdə əsas. Buradan da düşməz. Rahat olmayın. Düşsə də məntiqlə taparıq. Müəllimələr, buyurun. Deməli, bizim suyumuzun səviyyəsini ölçmək üçün nəzarət modelimizin hissələrini müəyyən etməli. Yəni, baxaq 1 nədir, burada 1, 2 nədir, 3 nədir, 4 nədir, 5, 6 nədir. Deməli, biraz şəkil tam görünə bilməz. Cavablar baxın bu formadadır. Ekran görünmürsə, cavablar görünmürsə deyil. Deməli, deyir ki, məsələn, yazıb ki, 1, 2, 3 kontaktlardır. Məsələn, 4 deyir linkdir. 5 xüsusi qoldur, deyir 6 üzgəcdir. İndi siz şəkili bir tərəfə yerləşdirib, elə də birinci şəkilə baxıb yaza da bilərsiniz, cavablara da baxa bilərsiniz. Buyurun müəllimlər, kim doğru cavabı tapıbsa, buyurub izah verə bilər. Bütün müəllimələrimiz chat bölməsindən yazsın cavabı. Variantlarımız linç. Məsələn, bir linç yazıb E-dir yoxsa D-dir. Heç ona baxmasaq da olar. Ekrana düşmür, heç düşməsə də olar. Buyurun müəllimlər. C variantı qeyd edən müəllimələrimiz çoxdur. Zümrüd müəllimə, buyurun, niyə C variantını seçdiniz? Baxaq hələ A, B, C. Müəllimələrimizin əksəriyyəti C variantını qeyd edir və doğrudur, bəli. Zümrüd müəllimə, buyurun, izah verin. Niyə C? Başqa hansı müəllimimiz izah vermək istəyər? Məsələn, burada Aynur müəllimə, buyurun, C variantı yazmış. Buyurun müəllimə. Bəli, müəllimə. Demək, biz dərsdə izahda da demişdik ki, 1, 2, 3 kontaktlardır. Necə ki, ütüdə 4, 5 idi kontakt, elə yadda saxlamışam. Elə 5, 1, 2, 3 buradadır, orada 4 ilə 5-dir. 4, 5, bəli. 6 üzgəcdir. Bir də 5-də xüsusi qol idi, o ip şəklində olan, onu elə yadda saxlamışam. 4-də avtomatik olaraq link olaraq çıxır cavabı. Link də yəni dəstək deyirik də, yəni link, dəstək məncə də gücləndirici link. Hə, link də yəni dəstək, sadəcə bunun dəstək hissəsidir də, tutacaq yeri də dəstək hissəsidir. Məsələn, 4 linkdir. Link 4 hərfdən ibarət olsa lap yaxşı olar. Link
4 Bəli, hərfdən deyil, 5 hərfdən ibarətdir. 4-ə hardasa yaxındır. 4 dənə samit 4 hərfdir. burada var. Link sözündə i-dən başqa hamısı samitdir də. Link sözündə 4 dənə samit var. Belə də yadda saxlaya bilərsən. Amma yadda qalan da şəkil yəni asandır. Məsələn, bunlar kontaktlarda, yəni dövrəni kontakt bilirik də, yəni qırmızı işıq, yaşıl işıq yanır. 1-2 qırmızı, 3-3 yaşıl kontaktlar idi. 6 üzgəcdir suyun içərisində, yəni üzür deyək ki, üzgəcdir. Su az olanda məsələn yuxarı qalxır. Nə bilim, yəni suyun üzgəci də sanki suda üzür deyə üzgəc götürdü. Üzgəcli mexanizmdir. Axı biz dedik, üzgəcli mexanizm linkə qol ilə bağlanmışdır, xüsusi qol ilə. Deməli, əgər link 4-dürsə, qolda 5 olacaq. Doğrudur. Belə müəllimələr, bu mövzumuzun ardıcılıqlarına da baxırıq Telegramda. Müəllimələr, deməli, bizim mayemizin səviyyəsini ölçmək üçün ardıcılığımız var. Gəlin onun testinə baxaq birlikdə. Nəzarət etmək üçün. Məsələn, burada indi dedik də, məsələn, rahat yerdə quraşdırılır, harda olur. Buyurun müəllimələr. Mayenin səviyyəsinə nəzarət üçün. Ardıcıllıq deməyim, sırf kitabda olanlarda, yəni kitabda olanları biz ardıcıl düzməyə çalışaq. Buyurun müəllimələr. Məsələn, birdə deyir ki, belə qurğular, siqnal lampalar rahat yerdə quraşdırılır. İkidə deyir ki, qabda mayenin dəyişməsi, artması kontaktların yerinə dəyişməsinə səbəb olur. Yəni azalanda, çoxalanda kontaktlar yerini dəyişir. Yaşıl işıq deyir, yaşıl və qırmızı lampaların işıqlanması suyun səviyyəsini bizə göstərir. Cüzləndirici link isə qol ilə bağlanmışdır. Bu əvvəli də, yəni bu elə birinci bunu hazırlayırıq biz. Sonra yoxlayırıq yaşıl işıq, qırmızı işıq yanır axırlarda. Gələ bunu biz hazırlayaq sonra. Avtomatik qırğıda siqnal ötürücü nədir? Siqnal ötürücü ki, üzgəcdir deyir. Yəni baxaq, birinci biz bilməliyik ki, burada nədir? Siqnal nə ilə olacaq? Üzgəclə olacaq. Mayenin aşağı, məsələn, mən sizə dedim ki, ardıcıl öyrənəndə 1, 2, 3, 4, 2, 1, 2, 3 olaraq yadda saxlayın. Məsələn, birinci 100% 6 olacaq, sonra 7 olacaq. Mən cavabı tapdım C variantı. Çünki bir dənə cəmi C-də 6, 7 var. Görürsünüz, bax, bu çətin hissənin birinin yerini bilirəm və tapdım. Cavab C-dir. Baxın, müəllimələriniz nə yazıb. Biraz düzdür, imtahanda bunu etmək olmur. 54, 26, 735. Bəli, düzdür, C variantıdır. Amma burada etmək olur. Çünki imtahanda bizim, belə deyirik, sanki beynim dumanlı olur. Sanki başaratım bağlı olur. Sanki bildiyimi də səhv yazıram. Bəli, bu hallar olur. Amma burada yəni açıq beyinlə, rahatlıqla biz bunu yazırıq. Həyəcan olmadan, tələsmədən. Yəni bunu həm də indi müzakirə etmişik. Asan gəlir bizə. Gəlin baxaq 5. Deyir ki, avtomatik qurğuda siqnal ötürücü üzgəcdir. Bəli, yəni mən bilirəm ki, burada avtomatik qurğuda necə bunu təyin edəcəyim? Üzgəc sayəsində. Əsas burada siqnalı mənə üzgəc verəcək, ötürücü üzgəc. Yaxşı, bəs bu üzgəc neyləməliyəm? Mən axı bu üzgəci quraşdırmalıyam. Necə quraşdırım ki, o mənə ötürücü siqnal versin? Üzgəci qol ilə cüzləndirici link, yəni qol ilə üzgəcə bağlanmış olacaq deyə siqnal verəcək və cüzləndirici də onu, yəni onun sayəsində olur da, yəni siqnal ötürə bilir deyə. Sonra 2. Burada mən neyləyəcəm? Yaxşı, bax, bu proseslərin səbəbi nədir? Mən bu üzgəcli mexanizmlər, siqnal ilə, cüzləndirici ilə mən nəyə baxıram ki, nəyə diqqət yetirirəm? Qabda mayenin bu nəyə səbəb olacaq? Yəni, burada necə olacaq ki, mənə siqnal verəcək? Elə biraz tərsə gedir də müəllimlər. Məsələn, birinci deyir ki, üzgəc sayəsində olacaq. Sonra deyir ki, cüzləndirici üzgəcə bağlanmışdır. Bunların yerini dəyişdə bilərlər də. Məsələn, deyərlər ki, qabda mayenin səviyyəsini bilmək üçün bizə üzgəc lazımdır. Bunun üçün cüzləndirici üzgəcə bağlanmışdır. Cümlələr biraz bizim yerini dəyişə bilərik. Öz istədiyimiz formada yerini dəyişmək istəyərik deyə biraz əzbərçilik tələb edir. Yaxşı, 5. Üzgəcdir. Burada əsas üzgəc, qısa da yadda saxlayın. Birinci üzgəc sözünü götürəcəm. Ötürücü üzgəc sözünü götürərəm. Sonra
Ötürücü üzgəcdən sonra deyərəm ki, burada mənə lazımdır ki, bu üzgəci mən suda asılı vəziyyətdə qalsın deyə mən onu qolu ilə gücləndiriciyə birləşdirərəm. Həm də siqnal verə bilsin deyə, ötürmə edə bilsin deyə mən onu birləşdirməliyəm. Elə bilin ki, bir üzgəci götürmüşəm, ondan bu cihazı hazırlamaq istəyirəm. Üzgəc götürürəm. Əsas mənə üzgəc lazımdır. O üzgəci mən birləşdirirəm qol ilə, linklə birləşdirirəm. Ondan sonra nə olacaq? Uje təcrübə aparacam. Burada mənə nə deyəcək? Nəyi biləcəm burada? Qabda suyun aşağı-yuxarı olmasını biləcəm bu hazırladığım cihazla. Bəs bunu necə biləcəm? Necə yerinə yetirəcəm? Ə, Bu prosesdə nə olacaq? Aşağı səviyyədə olanda qırmızı işıq yanacaq, yuxarı səviyyədə olanda yaşıl işıq yanacaq. Sonra yaşıl işıqla qırmızı işığın izahını verirəm ki, yəni onlar niyə yandılar? Birinci işıq yandı, baxdım. Sonra izah verirəm ki, baxın bu işıq yanıb, deməli artıq yüksəkdir. Qırmızı işıq yanıb, deməli birinci mən işığı görüm, sonra onun haqqında deyirəm ki, bax işıq yanıb, deməli burada alçaqdır suyun səviyyəsi. Yəni işıq yanır, baxıram, deyirəm suyun səviyyəsi yüksəkdir. Yəni birinci işığın yanması haqqında danışırıq, sonra onun bilirik ki, məsələn bu işıq yanıbsa, yaşıl işıq yanıbsa, deməli yüksək səviyyədədir. Sonra 3 gələcək. 3-dən sonra 1. Ən sonda rahat sözünü götürür. Yəni bu siqnal qurğuları, bu lampaları rahat yerdə quraşdırmalıyıq. Ən çaşdırıcı ən sonuncu cümlədir. Qalanların hardasa biraz yadda saxlaya bilərik. Gəldik digər hissəmizə. Deməli, mayenin səviyyəsini dedi. Deməli, avtomat nəzarət. Buna baxmışıq müəllimələr. Elektrik bir də dəqiqə mənlər. Elektrik siqnallarını gücləndirir. İndi isə gücləndiricilərə baxırıq. Siqnallar zəifdirsə biz nə etməliyik? Onları gücləndirməliyik. Bəs bu necə olur? Ona baxırıq müəllimələr. Elektrik siqnallarının gücləndirilməsi prosesini ardıcıl yazın. Məsələn, birincisi deyir ki, maşın və cihazın işçi orqanları hərəkətə gətirir. Bax, bayaq sizə izah elədim ki, mən onu gücləndirim ki, o hərəkətə gəlsin. Yəni gücü olsun ki, hərəkətə gətirsin. Zəifdir bu. Onu gücləndirim, sonra hərəkətə gələcək. Bu olmaz. Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən istifadə olunur. Mən bilim ki, siqnal zəifdir, sonra gücləndirmək istəyirəm. Mən özümə niyə onu gücləndirim ki? Mən gələ görüm ki, siqnal zəifdir, onu gücləndirməyə ehtiyac olsun. Sonra məsələn istifadə edərəm gücləndiricidən. 2 də olmaz, birinci 2 də gəlməz. İşçi orqanların hərəkətə gətirilməsi. Bax, axı mən hələ gücləndirməmişəm. Necə işçi orqanlar hərəkətə gələr ki? Gücləndirim ki, sonra işçi orqanların hərəkətə gəlməsi mühərriklə baş versin. Mühərrikin sayəsində olsun. 3-ü də götürmürəm birinci. Məsələn, mən əminəm də 3 birinci deyil. 3 olan variantları silərəm. Məsələn, 1 birinci deyil. Məsələn, A-nı sildim, mənə ehtiyac yoxdur. A-nı avtomatik silirəm. Sonra 5 ilə başlaya bilərmi? 5. Siqnallar zəifsə, bəli, 5 ilə başlayar. Heç o birilərinə baxmaram. Deməli, mən B ya da D-ni götürəcəm. Siqnallar zəifdirsə, mən niyə gücləndiricilər istifadə etməliyəm ki? Siqnal zəif olanda istifadə edərəm də, düzdür müəllimlər. Görürəm, siqnal zəifdir. Deyirəm ki, mən gücləndiriciyə ehtiyacım var. Deməli, siqnal zəifdirsə 5. Xüsusi qurğularla onu mən gücləndiriciləri artırıram. Yaxşı, bəs onu artırmaq üçün mənə nə lazımdır? Bu arada cavabı yazmışsınızsa, buyurun müəllimlər. Aşağıdan çat bölməsindən yazın. Əvvəllər sizə variantları göstərmirdim, amma artıq görürsünüz. Çətin olduğuna görə, biraz da çox da önəmsiz olduğuna, önəmli olmadığına görə artıq deyirəm, yeni müəllimlərimiz variantla tapsınlar. Tam əmin deyə bilmirəm də bu düşəcək, yoxsa yox. Anar müəllimimiz yazıb C variantı. Müəllim, xeyr. Məncə D variantıdır müəllim. D variantı deyil. 52, D 60, variantı. 134. D variantı yazıb Aynur müəllimə, xanım müəllimə də deyir. Yaxşı. Bəli, müəllimlər, D variantıdır. Niyə? Çünki birinci mən baxıram, zəifdir siqnallar, onu gücləndirmək istəyirəm. Gücləndirmək üçün də mənə nə lazımdır? Gücləndiricilər lazımdır. Bu iki cümləni öz dilimdə dedim. Gəlin də onu testə tapaq. 5. Siqnallar zəifdirsə, onları xüsusi qurğularla mən gücləndiricilərlə artırmalıyam. Artırıram. 5-dən sonra 2-ni götürürəm.
Siqnal zəifdir. Bəs o siqnalları gücləndirmək üçün mənə nə lazımdır? Gücləndiricilər, elektron gücləndiricilər lazımdır. 2-ni götürürəm. 2-dən sonra 6-nı götürürəm. Bunu axı mən bayaq sizə dedim, 2 cümlə deyir. Gücləndirici haqqında 2 cümlə danışır, sonra keçir. Pilləvari gücləndirmə necə olur, ondan danışır. Pilləvari gücləndirmədə deyir ki, burada da bizə elektromaqnit relə lazımdır. Elektromaqnit relə vasitəsilə icra edirəm. Ondan sonra e, artıq elektromaqnit relini quraşdırmışam. Avtomatik idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur. İndi bu ümumi danışır. Daha biri ümumi gücləndiricilər lazım olur deyir. Sonra bir daha da deyir ki, yəni pilləvari gücləndirmədə də elektromaqnit reli lazım olacaq bizə. Gücləndiricilər haqqında danışdı. İndi isə keçir işin icrasına. Deyir ki, burada qurğulara daxil olur. Baxın, 7-dir də. Avtomat idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur. Yəni idarəetmə qurğusu idarə edə bilmir işi, gücləndirici qoşmuşuq. Gücləndiricidən icra edici işin icrası olurdu. İcra edici mexanizmlərinə daxil olur. Gücləndiricini qoşmuşam, icra edəcək prosesin icra etməsinə üçün mexanizmə daxil olur. Gücləndirici düşününcə daxil oldu, gücləndirdi artıq. Əgər bu gücləndiricini etmişəmsə, güclənibsə, nəsə bir iş ortaya gətirməlidir. Burada 1-ə baxıram. Daxil olub, güclənib, maşının hissəsi yox idi. Benzin bitəndə maşın dayanmır. İndi burada da İşıqlar zəif olanda işıq zəifləyib sönmək istəmir. Mən onu gücləndirmişəm, hərəkətə gətirirəm. Maşın işə düşür, hərəkətə gəlir. Onu gücləndirmişəm axı. Onun işçi orqanları hərəkətə gəlir. Ən azından 7 ilə 1-in yerini bilə bilərik də. Yəni testimizdə bayaq elə tapdıq da biz. 7 ilə 1-in yerini bilirəmsə, deməli doğru cavabımı da taparam. Gücləndirmə daxil oldu. Siqnallar gücləndiricilərdən icra edici mexanizmə daxil olandan sonra orqanlar hərəkətə gəlir. Güclənib hərəkətə gəlir, işləyirlər artıq. Sonra üst gəlib, işçi orqanların hərəkətə gəlib. Baxın burada, indi deyir onların hərəkətə gəlməsi elektromaqnit və elektrik mühərriki vasitəsilə həyata keçirilir. Mən olsam birinci bunu götürərəm, sonra birinci üçü götürərəm, sonra biri götürərəm. Amma kitabımızda elə deyil axı. Yenə də deyirəm, hər dəfə bir izah verir, bir cümlə yazır, sonra o cümlənin açıqlamasını yazır bizə güya kim. Deyir ki, bu işçi orqanlar hərəkətə gəlir. Sonra dedi ki, o işçi orqanlar bilirsən nə ilə hərəkətə gəlir? Nə ilə hərəkətə gəlir? Elektromaqnit və elektrik mühərrikləri vasitəsilə hərəkətə gəlir. Birinci ümumi yazır, sonra açıqlamasını verir. Sonra 4. Rahatlaşır sözün götürdüyü siqnal sözünü götürək ki, məsələn, artıq güclənib bizə sonda siqnal, məsələn, yaşıl işıq yanmadı, bayaq. Burada da bizə sonda siqnal verir ki, artıq güclənmə baş verib, iş icrası gedir. Elə də siqnal sözünü də sonda götürə bilərsiniz. Rahatlaşır sözünü də sonda götürə bilərsiniz. Müşahidə sözündən də tapa bilərsiniz. Məsələn, mən bu sualın cavabını elə bir dəfə taparam. Niyə? 4 heç birində axırda gəlmir, amma bir variantı 4 axırda gəlir. Mən bayaq sizə dedim ki, mən sonda müşahidə edirəm də, əvvəldə də müşahidə edə bilərəm, sonda da müşahidə edirəm. Çünki əvvəl müşahidə etdim ki, zəifdir, gücləndirici əlavə etdim, gücləndirdim. Axırda da müşahidə edirəm, deyirəm, bayaq necə işin yavaş gedirdi, necə çətin idi. Gücləndiricini əlavə edəndən sonra hər şey, proses icra olundu, iş icra olundu, vaxtıma qənaət etdim. Yəni, mexanizmlər işə düşdü. Belə mənlər, axırda müşahidə edib özüm üçün fikir bildirirəm. Keçid edirik mövzumuzun testlərinə. Hər vaxtınız xeyir məndən. Buyurun mənimlə 5 dənə sual. Dələ nədir? Bu tələ növüdür. Bəli, doğrudur. Avtomat cihaz necə quruludur? Bu elektromexaniki quruludur. Xeyr, müəllimə, açar sözünü Yox. bilmədim. Avtomat cihaz. Müəllimə, dərsin əvvəlində izah edəndə buradaydınız mı? Necə quruludur? Texniki qurğu, değil mi? Texniki imkanlara malikdir. Avtomatın T-sı, texnikinin T-sı. Texniki quruludur, bəli. Bəli, T olaraq yadda saxlayırıq. Avtomat T hərfləri var, texniki T hərfləri var. Necə ki, biz iqtisadiyyatın tərifini öyrənəndə, indi siz həmin vaxtda yox idinizsə dərslərimizdə, iqtisadiyyat
T hərfi ilə bitir də təsərrüfat sözündən başlayırsa cümlə, təsərrüfatın qayda qanunu idarə olunması. İqtisadiyyat T, təsərrüfatın idarə olunması, təsərrüfat T, sözü T ilə başlayır, elə tapırdıq. Qayda qanun da açar sözümüzdür, bu da bizə kömək edirdi. Məsələn, burada da avtomat T hərfi T ilə bitir, texniki T ilə başlayır. Həm də texniki qurğudur. Yəni necə mexaniki qurğu olar ki? Bir də 7-ci sinifdə var, maşın tərifə verilir. Maşında da yazılıb Bəli, o da texniki texniki qurğuda. qurğudur. Hə, Bu dərslə bu dərs əlaqəlidir, bəli. Maşın da texniki qurğu idi. Bu da texniki qurğudur. Düzdür mənim. Hı. Avtomata sözünün mənası nədir? Bu öz-özünə işləyəndir. Doğrudur, mənimlə düzdür. Sonra jeton və kartla işləyən, fırlanan, xaçvari qurğusu olan nəzarət cihaz turniketdir. Düzdür mənim. Turniketdir, düzdür. İnsanın müdaxiləsi olmadan məqsəd yönlü fəaliyyət göstərə bilən texniki qurğu. Baxın, bayaq biz nə dedik? Aha, Texniki qurğu. avtomatik qurğu. Bəli, avtomatik qurğudur bu. Nəzarət deyil də, bu bizim hələ qurğumuz. Bəli. Nəzarət onun qrupuna aiddir. Hı. Düzdür. Deməli, İradə Qafarova, buyurun. İradə müəllimə, buyurun. Səsasın müəllimə, avtomobil, tekstil, qida sənayesinin ayrılmaz hissəsi nədir? Səidə müəlliməmizdən davam edək. Avtomobildir, tekstildir, qida sənayesidir. Onların ayrılması. Avtomatlaşdırmadır. Bəli, avtomatlaşdırmadır. Yəni iş, çətin işlərdə, ağır işlərdə onları avtomatlaşdırma ilə biz asanlaşdırırıq, düzdür. Sonra Avtomatika nədir? Elmin texnikanın avtomatlaşdırıcı qurğularını, deməli, işləmə nəzəriyyəsini öyrənən elmdir. Bu da bəli, Adəm baxın, Qudələ. elmi götürəcək. Yəni avtomatik qurğuların quruluşunu öyrənəcək, işləmə nəzəriyyəsini öyrənən bir elmimiz nədir? Avtomatika, doğrudur müəllimə. 7 dənə sual oxuyuruq, 14-ə qədər. Buyurun. Hansı 5 avtomat, dənə bilirsən. hansı avtomatik qurğu istehsal prosesində maşın və mexanizm işinə nəzarət edir və nəzarət çarpan dəyişikliklər haqqında xəbərdarlıq edir. Hələ bu avtomat nəzarətdir. Bəli, yenə də biraz açar sözü verim. Demişdim ki, testlər üzrə açar sözlər deyəcəm. Bilmirəm, dərsdə demişəm ya yox, yenə də təkrar demək istəyirəm. Deməli, nəzarət sözü varsa, bəli, elə nəzarəti götürəcək. Birinci üsulumuz budur. Avtomat nəzarət olacaq cavabımız. Cümlədə nəzarət sözü varsa. Gəlin baxa. Deyir ki, istehsal prosesinə, maşın mexanizmlərin işinə nəzarət edir. Nəzərə çarpan dəyişikliklər haqqında məlumat verir. Bax, mən nəsə bir dəyişiklik haqqında məlumat vermək üçün nəzarət etməliyəm də, düzdür? Məsələn, müəlliməmiz test işləyir. Mən ona nəzarət edirəm, dinləyirəm və ona xəbərdarlıq edirəm ki, məlumat bildirirəm ki, mən onu nəzarət etməsəm, qulaq asmasam, mən bilmərəm o dərsə hazırdır yoxsa yox, düzdür? Onun çətinlik çəkdiyi hissələr hansıdır yoxsa yox. Məsələn, müəlliməmiz test işlədi, mən ona xəbərdarlıq etdim ki, müəllimə niyə izahı dərsin əvvəlində yox idinizmi, yoxsa necə? Diqqətiniz bizdə deyilmiydi? Siz niyə yəni bu sualı indi dedim də, mən indi izah elədim. T hərflərini dedim. Niyə yəni burada cavabı tapmaqda çətinlik çəkdiniz? Ola bilər bu mövzu çətindir. Yəni ilk dəfənə olan bir hissə deyil. Dəfələrlə səhv edərik, səhv etdikcə də güclənərik. Sadəcə mən o müəllimə qulaq asmasaydım, nəzarət etməsəydim, onun hansısa bir yəni nəzərə bir dəyişiklik, bir çarpan dəyişikliyi mən görüb necə xəbərdarlıq edə bilərəm? Yəni mən gələn nəzarət edim ki, mən orada olan dəyişiklikləri görə bilim. Nə demək istəyirəm müəllimələr? Mən nəyəsə nəzarət etmədən oradakı dəyişikliklər haqqında necə məlumat verə bilərəm, necə xəbərdarlıq edə bilərəm? Yəni nəzarət, avtomatik nəzarət edir, avtomat nəzarət var. Nəsə bir dəyişiklik olan kimi xəbərdarlıq edir. Məsələn, nəzarət olaraq belə düşünün ki, nəzarət, məsələn, siqnalizasiya cihazları ilə biz divarlara nəzarət edirik. Orada bir kabel olan zaman, avtomatik dəyişikliklər olan zaman bizə nəzarət etdik və bizə xəbərdarlıq etdin. Bəli, həm nəzarət sözündən, həm də ki, mən nəzarət edə bilim ki, oradakı dəyişiklikləri görə bilim. O dəyişiklikləri görüm və xəbərdarlıq. Mən yox da, yəni cihaz ona nəzarət etsin ki, o oradakı dəyişikliklərdən bizə xəbərdarlıq edə bilsin. Açar söz nə oldu müəllimlər? Nəzarətin özü, bir də ki, nəzarət etsin və xəbər versin. Yəni nəzarət edir də dəyişikliklər haqqında xəbər verir. Niyə? Nəzarət edir çünki.
Buyurun müəllimə. Hansı qurğu insanın müxtəlif mexanizmlərin işə salınması və dayandırılması əməliyyatında iştirakdan azad edir? Azad edirsə, bu idarə etmədir. Avtomat idarə etmə. Niyə müəllimə? İzah verin. Artıq biz o işi idarə eləyir də. Yəni ki, sən işdən Özü idarə azad edir. edir. Deyirsən dəymə, mən idarə edəcəm də, sən azadsan. Bəli, biz artıq azadıq. Məsələn, o səsləri bağlayın. Biz artıq azadıq. Azad edir sözün görsəniz, idarə etməni götürəcəksiniz. Niyə? Çünki biz artıq bu işdən azadıq. O özünü idarə edir. Məsələn, biz uşaqlarımızı böyüdüyündən sonra deyir ki, dayı rahatam. Artıq uşaq özünü idarə edəcək. Biz nə oluruq? Biz artıq azad oluruq bu işdən, bu məsuliyyətdən düzdür azad olmuruq nisbətən də. Yəni deyir ki, artıq məsələn uşağın arxasıca gedirdisə, uşaq yanar, yıxılar, əzilər, nəsə bir hadisə törədər, nəsə bir yanlışa gedər. Amma böyüyəndən sonra, ağlı kəsəndən sonra özlüyümüzə deyir ki, artıq biz azadıq. Düzdür, bunun uşağın həyatla, insanla canlı ilə əlaqəsi yoxdur, bu avtomatik cihazdır. Yəni artıq bizim müdaxiləmiz olmur. Özünü işə salır, özünü dayandırır. İnsanlar artıq bizim iştirakımızdan azadıq artıq. İnsan müdaxiləsi olmur. Çünki özünü avtomatik idarə edə bilir. Bəli. Məsələn, belə deyim də, bunu bilmirəm, dərsin izahında demişəm ya, yox. Məsələn, müasir paltar yuyan maşınlarda paltar yuyanı işə salırıq. Hardasa biraz yuyur, ondan sonra işıqlar sönür. Məsələn, işıq sönəndən sonra, işıq təzədən yananda biz gedib onu təzədən işə salmırıq. O özü avtomatik özün təzədən işə salır. Biz azad oluruq da, yəni biz ona yenidən gedib prosesə hazırlamaqda biz azad oluruq. Özün avtomatik işə salır. Buyurun müəllimə. Avtomatlaşdırılmış qurğuların növlərini müəyyən edin. Deməli, elektromexaniki, mexaniki, termoelektrik, elektron. Növü Deməli, istədiyinə görə bəli, mexaniki, elektromexaniki, termoelektrik, bir də elektron. B bəndi. 2, 3, 5, 6 bəli, B bəndi olacaq, doğrudur. Avtomat sözləri varsa o qrupa aiddir, qurğulara aiddir, növ deyil. Sonra İstənilən avtomatlaşdırılmış prosesin ilk pilləsi hansı avtomatik qurğudur? İlk pillədə nəzarət durur, avtomat nəzarət. bəli, müəllimə 5-5 oxuyacaq, ev yoxdur heç olmaz. Deməli, ilk pillə bəli, nəzarətdir. Necə oldu ki, nəzarət oldu müəllimə ilk pillə? Artıq nəzarət eləyirdi işimizə avtomat. Həm də ki, birinci də o verilmişdi də, mən elə yadımda həmişə saxlamışam. Birinci nəzarətdən söhbət gedir, ondan sonrasına keçir o birlərə. Doğrudur. Baxın müəllimələr, yadınıza gəlir, biz demişdik ki, davranış qaydalarını öyrənəndə, orada demişdik ki, ilk pillədə nəzakətlilik dayanır, düzdür? Burada da ilk pillədə nəzarəti götürürük. Nəzarət sözünlə nəzakət sözü bir-birinə yaxındır. Bir-birinə hardasa yaxın, tələffüz zamanı hərflərmi deyim, yazılışında mı deyim, bir-birinə yaxın sözlərdir. Bax, nəzarət, nəzakət. Yəni ilk pillə də orada nəzakətli idi, burada da ilk pilləmiz nəzarətdir. Ona əlavə edim ki, biz imtahanda iştirak edəndə bizə ilk olaraq nəzarət edirlər. Həm də ki, mən nəzarət edim ki, hansısa bir prosesdə, məsələn, icra edim. Yəni, birinci ilk olaraq nəzarət edirik. Məsələn, tutam ki, dedi ki, telefonumuz həddən artıq qızıb, ona ilk olaraq nəzarət etdi, sonra onu soydurması haqqında bizə bildiriş verdi. Nəzarət etməsə, yəni hər şeyə biz ilk olaraq nəzarət etməliyik, baxmalıyıq. Bilmək üçün, nəsə avtomatik yerinə yetirmək üçün onu nəzarət etməlidir. Sonra xanım müəllimə, buyurun, avtomatlaşdırılmış qurğuların ən çox yayılanını istəyir. Xanım müəllimə, səs açıldı. Bəli, eşidirəm müəllimə. 12-ci sualımızda elə deyilmi? Bəli. Avtomatlaşdırılmış qurğularda ən çox yayılan hansıdır? Elektromexaniki və elektrik 2 ilə 3-dür. Yəni elektrik sözlərini götürdü. Elektron. Bəli. Elektron bu da kompüterlərdədir, D variantıdır. Bəli, doğrudur, D variantı. Avadanlığın, dəzgahların, mühərriklərin, generatorların, məişət cihazlarını və cihazları zədələmədən qoyur, mühafizə olmalıdır məncə. Niyə müəllimə? Sizcə niyə mühafizədir? Mühafizə eləyir də, zədələnmədən qoruyur, nə bilim. Qorumaq nə deməkdir? Elə mühafizə etməkdir də. Mühafizədir də, yəni mənim beynimdə elə qaldı, yəni.
Bu Bəli, sualı elə oxuyan kimi mühafizə avtomatik o mənim ağlıma gəldi ki, mühafizə olur, orada bir problem yaranmışsa xəbər verir, siqnal buraxır, ya sistem dayanır. Bir hayır. nasazlıq olanda mütləq ki, o sistem dayanır da, Bəli, nəzarət məsələn, edir. qoruyur da bizi, mühafizə ilə qoruyur Bəli. insanları. Bəli, doğrudur. Evdə də bu mühafizələrdən istifadə olunur. Hə. Nədir? 14-cü sualımız deyir, avtomatik qurğuları müəyyən edin. Avtomat qurğular bizdə demişdik ki, avtomat nəzarət, avtomat idarə etmə, avtomat tənzimləmə və avtomat mühafizə. Demək 2, 3, burada gəlir 5, 7. Bəli, İkinci C, avtomat B sözləri bəndi. götürdük, doğrudur. Bəli, Avtomat qurğuların B növləri bəndi. avtomatik dediyinə görə bəli, avtomat sözlərini götürürük, yəni qrupları Evet. götürürük. Doğrudur. Müəllim. 15-ci sualımız hansı avtomatlaşdırılmış qurğu deyil? Burada avtomat idarə etmədir. O aid deyil. Aid olanlar termoelektrik, elektron və mexanikidir. Deməli, bunlar Qurğu deyilsə odur. avtomatlaşdırılmış, bəli, qurğuların növləridir. Amma bu Hı, avtomatik qurğudur. bəli. Avtomatlaşdırılmış deyəndə növləri götürəcək, avtomatik deyəndə qrupları götürəcək. Biraz Amma mən onları qarışdırıram müəllimə hərdən birdən. Bir də yox, görsən variantla da 10 dəfə deyə bilərsiniz. sevirəm. Müəllimə, baxın, hamısı avtomat sözü Elə olduğundan çoxsunu elə məsələn, seçirəm. Düz bəli, deyirsiniz. Hə. ən gözəl olsa Çoxsunu yazın. elə seçirəm. 16-nı da oxuyum, yoxsa 5 başqa oxuyuruq müəllim? müəllimə, 25 dənə Hə. sualdır. Aynur müəllimə, buyurun. Bu qurğular normal prosesdən azacıq yayınma zamanı maşın və dəzgahların işini dayandırır. Bu mühafizə olmalıdır, avtomatik mühafizə. Bəli, yəni qoruyur. Görür ki, iş yayınıb, pisə doğru gedir, mənfiyə doğru gedir. Bizi qorumaq üçün işi dayandırır. Necə deyim sizə? Yəni mühafizə qorumaq deməkdir. E, Bəli. Yayınırsa, əgər prosesdən yayınırsa, tez o işi dayandırır. Məsələn, yanğın baş verməsin. Məsələn, cihaz yəni sıradan çıxmasın deyə onu qorumaq məqsədi ilə, mühafizə məqsədi ilə onu dayandırır. Məsələn, biz demişdik fendə mühafizə quraşdırılır, mühafizə qurusu quraşdırılır. O nə üçün ola bilər ki? Məsələn, fenlə iş zamanı fen həddən artıq çox qızarsa, yəni onu qorumaq məqsədindən avtomatik olaraq onu mühafizə etmək üçün məsələn işini dayandıra bilər. Evet. Yaxşı müəllimə, buyurun. Hansı avtomatik qurğu bəzən məmulatların növlərə ayrılması və markalanması kimi işləri də yerinə yetirir? Bu Hə, burada avtomatik izah tənzim yoxdur, izah verərəm burada sizə. Markalanmaq avtomat nəzarətdir. Bir də belə deyim də müəllimə, bu dərsdə ən çox nəzarətə üstünlük verilib. Niyə? Çünki elə bu dərsin özəyi də odur. Niyə? Çünki avtomatlaşdırma nədir? Məsələn, mən nəzarət edirəm, bilirəm, avtomatik onu dəyişirəm. Avtomatik, yəni mən nəzarət olsun ki, avtomatik nəsə yerinə yetirilsin. Avtomatik Evet. idarə olsun. İndi burada da marka sözüdür bizim açar sözümüz. Niyə? Məsələn, bunu müəllimələrə belə izah etmişdim ki, dərsdən əlavə izah etmişdim. Amma burada sizin üçün deyirəm, sonradan da görəsiniz. Dərsə qoşulmayanlar da görün. Və görürsünüz, indi burada biraz da müəllimə, biraz çətinliyiniz oldu. Çünki məlum məsələdir, kitabımızda yoxdur, köhnə kitabdadır. Biraz çətinliyimiz oldu. Amma mən indi deyəcəklərimdən sonra heç vaxt bunu çətinlik çəkməyəcəksiniz müəllimə. Deməli, belə bir sanki əhvalat danışırmış kimi danışacağım bunu sizə. Tam ki, mən yəni bir mağazam var. Paltar geyimlər olur orada. Bu işlə məşğulam. Biznesim var. Hər dəfə mən paltarlar yəni alan zaman markalara baxıram. Markalara baxıram və markaları məsələn o adına satıram da, satış edirəm, düzdür? Məsələn, bir ara yoğun işim çox olub, nə olubsa markalara baxa bilməmişəm, nəzarət edə bilməmişəm. Məsələn, alıcı da malı alan zaman mənə deyir ki, bu nə, məsələn, axı qeyd olub, məsələn, bu markadır, bu marka geyimlərdir. Baxır onun markası, deyir, axı bu deyil. Məsələn, bu Türkiyənin deyil, bu tutalım ki, yəni Türk malı deyil də bu. Markasına baxır. Yəni onu
Mən bir şeyi markalamaq üçün nə etməliyəm? Baxaram da mən nəzarət eləyərəm, düzdür bilmələr? Yəni mən baxaram, məsələn, bu türk malıdır, nəzarət edərəm, onları başqa bir markalayaram. Marka sözü varsa nəzarətə götürəcəksiniz müəllimlər. Məsələn, mən növlərə ayırma sözü də varsa nəzarətə götürəcəksiniz. Məsələn, mən baxıram, nəzarət edirəm, növlərə ayıram. Məsələn, mən meyvələr var. Bizim 6-cı sinifdə meyvələr dərsi öyrənmişdik. Meyvələri biz ayırırdıq da, növlərə ayırırdıq. Növlərə ayıranda mən nə etməliyəm? Necə gəldi növə ayırmaram. Baxın, meyvəyə baxaram. Məsələn, almaya baxaram. Yetişmişdi, çaldı, çox yetişib, nə bilim, balacadır, böyüdür, formasına, quruluşuna görə mən onu növlərə ayıranda necə ayırıram növlərə? Ayırıram müəllimə. Baxıb ayırıram da, düzdür, görürəm, Bəli, nəzarət edirəm. nəzarət Bilmək edirik. istəyirəm, ay müəllimə. Buyurun hələ. Yəni mən növlərə ayrılma, yəni növlərə ayırma zamanında biz ona nəzarət edirik də, və yaxud da markalama zamanında onun markalarına nəzarət edirik, Düz olsun, yoxlayırıq marka, sonra. dəqiq olsun, markasına baxıram. Adi məsələn, mən nəsə bir şey alanda onun markasını soruşuruq da, düzdür? Markasına Bəli, baxıram, nəzarət edirəm, məsələn, deyirəm, yox, istəmirəm. Bu ya yaxşıdır deyirəm, düzdür. Baxdım, baxmaq nəzarət eləmək deməkdir. Baxmadan necə nəzarət edim? Məncə bəli, yadınızdan çıxmaz heç vaxt. Buyurun müəllimə, bəli. ilk qədər oxuyaq. Hansı avtomatik qurğu deyil? Burada avtomatlar avtomatik qurğu hesab olunur. Yəni termoelektrik avtomatik qurğu hesab olunmur. Bəli, bax o növdür. Avtomatik bax, Bəli, avtomatik sizi saçdırar da, yəni qurğu deyir, qrup demir. Avtomatik varsa avtomat sözlərini götürəcəksiniz əvvəldə. Yəni bəli, qrupları götürəcək. Yox, avtomatlaşdırılmış deyirsə növləri götürəcək. bəli. Sonra müəllimə buyurun. Bu qurğular texnoloji əməliyyatları əvvəlcədən tutulmuş plan üzrə həyata keçirməyə şərait yaradır. Bu da nəzarət olar yəqin ki. Xeyr, nəzarət deyil, plan. Bax, plan var. O plana görə mən nə edirəm? Bizim müəllimlərin planlaşdırması orada, düzdür? O plan əsasında mən nə edirəm? İşlərimi idarə edirəm. Məsələn, tutam ki, uşaqlar öz işlərini bölə bilmirlər, dərs oxumağa vaxt ayıra bilmirlər, idmana vaxt ayıra bilmirlər, biraz istirahətə vaxt ayıra bilmirlər. Mən tutam ki, plan qururam, verirəm, bax bu planla işlərini qur. Hər şey öz qaydasında olacaq. O plana baxırlar, onlar özləri yox, plan onları idarə edir. Onlar işləri plana əsas idarə edir. Aynur müəllimə, nə demək istəyirəm? Planla idarə etməni necə bir-birinə quraşdırmaq istəyirəm? Yəni biz işlərimizi planla idarə edirik də. Əla. Plan sözü varsa idarə etməni İdarə götürürəm. etmə. Bəli, Əla. Məsələn, bax, biz plan sözündə görmüşdük, xərclərdə plandan asılı olaraq dəyişir demişdik. bəli, Bu dəyişən xərcdə məsələn planımız dəyişə bilər. Yəni də planlar daimidə də var idi deyəsən. İndi şəraitdən plandan asılı olaraq dəyişən idi. Bəli. Yəni burada da plana görə biz plan üzrə idarə edirik biz. Planlı insanlar olur da, məsələn, sistemli, planlı işlərin plana əsasən idarə edirlər. Onlar uğurlu nəticə əldə edirlər. Əla, 20-yə baxaq. Axırda Maşın soruşacağım və hər sözdə. Qulaq asın. Maşın. maşın və cihazlara verilmiş iş rejimini insan müdaxiləsi olmadan qoruyub saxlayan avtomatik qurğu hansı qurğudur? Avtomatik tənzimləmə olmalıdır. Səhv etmirəmsə. İnsan müdaxiləsi yoxdur. O öz-özün qoruyub saxlayır. Təbii ki, bəli. Niyə əmin deyilsiniz? Mənə niyə cavabınızı təsdiq etmirsiniz? Düzgün demisiniz. Biraz da bizi inandırın da, buna görə bu tənzimləmədir. Niyə? Çünki yenə də burada da bir dənə misal çəkəcəm həyatla bağlı. O da sizin üçün maraqlı gələcək, o da yadda qalan olacaq. Çünki mən bu üsulla tapıram. Deməli, e, bizim sobamız var. Orada məsələn özümüz üçün məsələn bir şirniyyat bişiririk uşaqlar üçün. Onun dilini mən bilirəm. Məsələn, mən də o tez bişsin deyə onun dərəcəsini artırıram. Yəni artırıb azaldıram da dərəcə bir sabit yerdə qalmır. Sən tənzimləmirəm. Yəni ütüm olsun. Ütümü mən dərəcəsini xoşlayıram ki, yüksək dərəcədə olsun da artırıram. Sən bizə qaynanamda arada bir o da istifadə edəndə deyir ki, buna tənzimlə, bir dərəcədə tənzimlə. Mən onu hər zaman istifadə edə bilim. Mən onun dilini bilmirəm.
Sən onu tənzimlə, bu dərəcədə qalsın. Məsələn, həmişə deyir ki, mənə 150 dərəcədə tənzimlə. Mən elə bişirirəm də, yəni 150 dərəcədə olsun. Yəni indi ütünün temperaturu deyir ki, mən paltar ütürürüm, yapışdırır da. Sən bunun dərəcəsini tənzimlə. Məsələn, tutam ki, bu dərəcəyə qoy da. Mən belə ütüləyə bilirəm. Deməli, burada deyir ki, cihazlara verilmiş iş rejimi insan müdaxiləsi olmadan qoruyub saxlayan avtomatik qurğudur. O mənə deyir ki, sən onu tənzimlə, mən daha ona heç nə eləməyim. Elə birbaşa sənin qoyduğun dərəcə ilə mən də işimi görüm. Nə demək istəyirəm Aynur müəllimə? Yəni insan müdaxilə etmədən Mən deyir, mən tənzimlənir heç də. eləməyim də. Sən onu Yəni tənzimlə, mən mən heç müdaxilə müdaxilə etməyim, göstərməyim. amma o tənzimlənmiş qalsın. Aysa, deyir, sən onu tənzimlə, avtomatik mən onu sadəcə şəbəkəyə qoşum, avtomatik sənin o qoyduğun dərəcədə qalsın. Mənim heç bir müdaxiləm olmasın. Sən onu tənzimlə mənim üçün. Mən müdaxilə etmədən o avtomatik öz dərəcəsini alsın. Yəni bir dəfə deyir tənzimlə, buna əl vurma, bir dəfə bunu et, qarışdırma. Hər dəfə mən onu işlədə bilim, istifadə edə bilim. Yəni insan müdaxiləsi olmadan öz-özünü tənzimləyir. Sonra burada tənzimlənən elmi dildə də izah verməliyəm. Bu bizim yadda qalmaq üçün bir üsulumuz idi. Həqiqətən də olan bir şey dedim sizin üçün. O daha da olan hadisələr daha da çox yadda qalır deyə dedim. Gəlin baxaq, məsələn, bundan sonra biz paltaryan mövzusunu deyəsən 9-da ya da 8-də keçəcəyik, deyəsən 9-da. Orada paltaryan maşın öz-özünü tənzimləyir. Niyə? Çünki paltarların paylanması qeyri-bərabər olur. O paltaryan maşını işini dayandırır, öz-özünü tənzimləyir də, yəni paltarları müəyyən istiqamətdə paylayır və yenidən işinə davam edir. Və görsə, onu insan etmir ki, insan müdaxiləsi olmadan o öz-özünü tənzimləyir. Yəni tənzimləmə sözü nədir? Bizim müdaxiləmiz olmadan. İdarə etmək də buna aiddir. Sadəcə idarə etmədə azad olmaq məsələsi var. Biz işdən azad oluruq. Amma burada isə yenə də elə özü tənzimləyir də, özü idarə etmə, özü tənzimləmə eynidir, yaxın mənalıdır. Belə mənlə 20-yə qədər oxuduqsa Hüsniyə müəllimə buyurun. Axşamınız xeyir olsun müəllimə. Hər vaxtınız xeyir. 21-dən 25-ə qədər oxuyaq. Hər bir avtomatlaşdırılmış qurğuda hansı mexanizmlər var? Deməli, ötürücü, gücləndirici, icra edici və istehsal. Bu olmalıdır müəllimə, B bəndi. Nəsə bir cümlə, nəsə bir söz, nəsə bir hərf. Siz izahda demişsiniz müəllimə, həm ötürücüsü var, gücləndirici, icra edicisi var və icra edir və istehsal edir. Belə izah eləmişdiniz müəllimə. Yəni gücləndirib, ötürür, İcra edir. İcra zamanı prosesi gücləndirib ötürdüm. İstehsal edən zaman icranı gücləndirib ötürdüm. Yəni də ötürücünü gücləndirdim, istehsalı icra etdim. Nəysə, yəni belə də yadda saxlaya bilərsən, amma asandır. Yəni bu dərsdə bunlardan danışırıq. Ötürücülərdən, gücləndiricidən ayrıca danışdıq. Avtomatik olaraq işi icra olunur dedik. Nəsə bir şey icra edirik, istehsal edirik. Yəni bunlar yadda qalandır, bəli. Buyurun. Deməli, qurğunun İşığa, İşığa, istiyə, təzyiqə, rütubətə, sürətə reaksiya vermə hissiyatı nədir? nədir? Deməli, Nəsə ötürülür ki, ona ötürmə olsun ki, ona reaksiya verə bilsin. Düzdür? Bəli, ötürücüdür bu. Ötürücü vasitəsilə biz işığa, istiliyə, rütubətə, səsə, təzyiqə reaksiya verə bilir avtomatik qurğular. Buyurun. elektrik siqnallarının gücləndirilməsi üçün nədən istifadə edilir? Bəli. Deməli, elektron gücləndiricilərdən. Bəli, bəndi. elektrikdirsə, mən yenə də elektronu götürəcəm. Gücləndirmək istəyirəmsə, mənə gücləndirici lazımdır ki, gücləndirə bilim, doğrudur. Pilləvari gücləndirmə və nə vasitəsilə icra edilir? Deməli, İlləvari deyirsə, ən yadda qalanıdır. relé ilə. Elektromaqnit relé ilə. Boş relé sözünü götürə bilərsiniz. Bəli, elektromaqnit relé pilləvari gücləndirmədə bizə lazım olacaq. Buyurun. Avtomat qurğular hansı əsas elementlərdən ibarətdir? Deməli,
siqnal ötürücü üzgəc, link, xüsusi qol, hərəkətli kontakt. Bəli, yəni Bu olar. 1-2-3 kontaktlar idi, xüsusi qol idi, link idi, üzgəc idi, ötürücü idi və siqnal ötürücü üzgəcimiz idi bizim. Link idi, qolu idi, bir də kontaktlar, yəni yaşıl, qırmızı işıq yanmaq üçün 1-2-3 kontaktlarımız. Belə müəllimlər, mövzumuz haqqında geniş danışdıq. Yəni sona qədər dinlədiniz. Təşəkkürlər. Yəni bu sizin üçün həqiqətən də faydalı olacaq. Bu mövzu düşəcəkmi? Digər mövzu Müəllimə, düşür. çətin idi. Yəni sizin indi həqiqətən indi başa düşdüm. Bu elə başa düşmürdüm. 2-3 dəfə eləmişdim bu testləri. Elə səhv eləyirdim. İndi sizə qulaq asıb başa düşdüm. Amma mənə elə Çox sağ gəldi, olun. daha baxmamısınız müəllimə. Baxsanız da yenə də sizə aydın olmamışdı. Aydın olmuşdu müəllimə. Qulaq asmışdım. Yenə dəqiq başa düşə bilmirdim. İndi yenə başa düşdüm. Siz izah Bəli, yəni elədiniz. Çox güc sağ olun. birlikdə burada hərəmiz bir fikir dedi, ekranı dayandırıb fikirlər də bildirdi, əlaqələndirdi, həyatdan fikirlər də gətirdi. Siz sağ olun müəllimə.